Salam əziz müəllimlər və müdavimlər, xoş gördük hər birinizi. Mən Sahibə Hüseynova, Nur Akademi Tədris Mərkəzinin Azərbaycan dili və ədəbiyyat müəllimi. Sizlər üçün bu izahda MHM test toplusundan tabeli mürəkkəb cümlədən olan suallar izah edəcəm. İzaha keçmədən öncə əziz müəllimlər qeyd edim ki, hazırda kursumuzda həm ixtisasdan, həm də kurikulumdan dərslərimizə qeydiyyat davam edir. Belə ki, kurikulum müəllimimiz, kurikulum təlimçisi Nasibə Rzayevadır. Nasibə müəllimənin may sürət qrupuna da qeydiyyat davam edir. Eləcə də ixtisasdan təkrar qruplarımıza qeydiyyat davam edir. Əgər siz də bizlərlə hazırlaşaraq yüksək nəticələr əldə etmək istəyirsinizsə, o zaman qeyd olunan nömrə ilə 055 314 22 98 nömrəsi ilə əlaqə saxlayaraq dərslərimizə qoşula bilərsiniz. İndi isə əziz müəllimlər, başlayaq sualların izahına. Birinci sualda qeyd olunur ki, elmə məlumdur ki, adaların yaranmasında bir sıra səbəbləri var. Adaların yaranmasının bir sıra səbəbləri var. Cümləsi haqqında verilən fikirlərdən biri yanlışdır. Ümumiyyətlə, tabeli mürəkkəb cümləni işləyəndə siz birinci suallardan, yəni sizdən istənilən əsasən olur ki, baş-budaq cümlənin yerini müəyyənləşdirib daha sonra onu işləməyinizdir. Bu cümlədə ki aydınlaşdırma bağlayıcısı var. Və elmə məlumdur. Məlumdur. Nəyə elmə? Nə məlumdur? Adaların yaranmasının bir sıra səbəblərinin olduğu. Bu mübtədə budaq cümləsidir. Və ki burada bağlayıcı funksiyanı yerinə yetiribdir. Ki aydınlaşdırma bağlayıcısıdır. Və bu cümlədə birinci baş cümlə gəlir. Daha sonra isə budaq cümlə olur. Birincidə qeyd olunub ki, A variantında baş budaq sxeminə uyğundur. Bu fikir doğrudur. Yanlışı soruşduğu üçün cavab A deyil. Hər iki cümlənin xəbəri suala cavab vermir. Məlumdur, burada necədir məlumdur, suala cavab verir. Lakin budaq cümlənin xəbəri var. Predikativ söz xəbərdir ki, bildiyimiz kimi predikativ söz xəbərlər suala cavab verə bilmirdi. Yəni, suala cavab vermədən birbaşa ismi xəbər götürülür. Budaq cümlədə suala cavab verməyən xəbər olsa da, baş cümlədəki xəbər suala cavab verdiyi üçün, hər iki cümlənin xəbəri suala cavab vermir dediyi üçün bu fikir yanlışdır. Ona görə də doğru cavab B-dir. Baş və budaq cümlənin xəbərləri ismi xəbərlidir. Məlumdur və var. Bəli, hər ikisi ismi xəbərlidir. Bu doğru fikirdir. Budaq cümlə müəyyən şəxsi cümlədir. Adaların yaranmasının bir sıra səbəbləri var. Var. Nə? Adaların yaranmasının bir sıra səbəbləri. Bu isə mübtədədir. Həm mübtədə, həm xəbər olduğu üçün, bəli, bu müəyyən şəxsi cümlədir. Tərəflər tabelik bağlayıcı ilə bağlanmışdır. Bəli, buradakı iki aydınlaşdırma bağlayıcısıdır və tabeli bağlayıcı ilə bağlanıb. Yanlış cavab oldu. B variantı. Daha sonra sual 2-yə baxırıq. Baş budaq sxeminə uyğun olan tabeli mürəkkəb cümlələri müəyyən edin. Yəni, birinci baş cümlə, daha sonra isə budaq cümlə gəlmiş olacaq. Kim iş görür, hər kəsin hörmətini qazanır. Kim ki iş görür, kim iş görürsə, gördünüz ki, burada səni özümüzdən bərpa edə bilirik. Yaxud da ki, kim iş görür, hər kəsin hörmətini qazanır. Burada da bağlayıcı söz var və bu zaman olacaq birinci budaq, ikinci baş cümlə. Bizdənsə birinci baş, ikinci budaq sxemini istədiyi üçün cavabımız bu ola bilməz. Daha sonra 2-yə baxaq. Sən ki imtahandan yüksək bal topladın, sənə halaldır. Sən ki, o ki, deməli elə ki, bir yerdə ki, bir halda ki, o yerdə ki və s. bunlar bağlayıcı sözlər idi və burada da birinci budaq cümlə, ikinci isə baş cümlə gəlibdir. Yenə budaq baş olduğu üçün bu da cavab deyil. Bilirəm, ellərin düz vəfası var. Burada intonasiya ilə bağlanıb, lakin kini özümüzdən bərpa edə bilirik. Bilirəm ki, ellərin düz vəfası var və kini bərpa edə bilirik. Burada birinci baş cümlə, ikinci isə budaq cümlə gəlir. Çünki aydınlaşdırma bağlayıcısı olanda əsasən birinci baş, sonra budaq gəlir. Sadəcə bunun istisnası var ki gələn cümlədə yenicə təzcə indicə var. Bu zaman budaq baş gəlir. Bir də bəzən yenicə təzcə indicə olmasına baxmayaraq baş budaq gələ bilər. Bu da o zaman baş verir ki, orada sual birinci cümlədən çıxır. Yəni, bundan sonraki suallarda var. O sualların üzərində daha ətraflı izah edəcəm. Yəni, burada kini bərpa edə bilirik. Sual da bu hissədən çıxır. Bilirəm nəyi, ellərin düz vəfası olduğunu. Və yadda saxlayın ki, hər zaman sual baş cümlədən çıxır. Budaq cümlədən sual verə bilmirik. Sual başdan budağa doğru çıxır. Yəni, sualı başdan çıxardırıq baş cümlədən. Burada da bilirəm ki, baş cümlədir. Ona görə birinci cavabın biri 3-dür. Əsl insan odur ki, yenə ki aydınlaşdırma bağlayıcısı var. Birinci baş, sonra budaqdır. Onun fikri bunda idi ki, yenə birinci baş, ikinci isə budaq cümlədir. Baş budaq sxemləri 3, 4, 5-də olduğu üçün cavab olacaqdır B bəndi. Daha sonra sual 3-ə baxıram. Ümid bilməzdi ki, belə insanlar onun da əlindən tutar. Bilməzdi. Kim? Ümid. Burada ki olduğuna görə, yəni olacaq baş budaq cümlə.
Burada yenicə, təcrüncə yoxdur, nə də bərpa etmirik. Eyni zamanda zaman əlaqəli təbiiz mürəkkəb cümlə olmadığı üçün birinci baş, ikinci cümlə isə budaq cümlədir. İndi isə baxırıq, doğru fikri tapmalıyıq. Budaq cümlə baş cümlədən öncə gəlib, yanlışdır, birinci baş gəlibdir. Budaq cümlədə tamamlıq işlənibdir. Baxaq, belə insanlar onun əlindən tutar. Baxın, onun əlindən tutar. Əlindən tutmaq frazoloji birləşmədir. Onun əlindən. Burada da birinci tərəfdə yəli, ikinci tərəfdə mənsubiyyət olduğu üçün parçalamadan birlikdə bir cümlə üzrə gedir. Kim onun əlindən, deməli, onun əlindən tutar. Kim insanlar, hansı insanlar belə. Gördüyümüz kimi burada tamamlıq yoxdur. Bu fikir səhvdir. Baş cümlənin xəbəri budaq cümlədən fərqli olaraq feilin xəbər şəklindədir. Baş cümlənin xəbəri bilməzdir, xəbər şəklindədir. Lakin xəbərində, yəni budaq cümlənin də xəbəri ar-ər zaman şəkilçisi olduğu üçün burada da xəbər şəklindədir. Bu fikir yanlışdır. Hər ikisi xəbər şəklindədir. Yəni baş cümlənin və yaxud da budağın xəbərləri fərqli şəkildə deyil. Hər ikisi xəbər şəklindədir. Budaq cümlə tabe-etlik bağlayıcısı ilə bağlanıb, yanlışdır. Tabelik ki bağlayıcısı ilə bağlanıbdır. Budaq cümlədə təyin mübtədə xəbərdən ibarətdir. Bəli, budaq cümlədə belə təyin, insanlar mübtədə, onun da əlindən tutarsa xəbərdir. Doğru variant E olduğu üçün cavab olur E variantı. Sual 4. Hansı tabeli mürəkkəb cümlədə bağlanma vasitəsi kimi tabe-etlik bağlayıcısı da işlənə bilər? Bildiyimiz kimi, tabeli mürəkkəb cümlədə tabe-etlik bağlayıcı işlənə bilər. Amma heç vaxt tabesiz mürəkkəb cümlədə tabeli bağlayıcı iştirak edə bilməz. Tabeli bağlayıcı da əsasən iştirak edir. Qarşılaşdırma məzmunu bildirən tabeli mürəkkəb cümlədə tabesi bağlayıcı vasitə ola bilər. Baxaq cümlələrə. Bizə dərsi elə başa salırdı ki, evdə hazırlaşmağa ehtiyac qalmırdı. Burada bağlayıcı vasitə ki, aydınlaşdırma bağlayıcısıdır ki, tabelik bağlayıcısı, tabesilik bağlayıcısı ilə bağlanmayıbdır. Harada qərar tutsan, orada varam mən. Tut, tutsa, tutsan. Burada sasə, şərt çəkilisi vasitəsilə sən tutsan, əgər tutsan. Burada sasə var, bağlayıcı vasitə odur. Eyni zamanda intonasiya ilə bağlanıb və harada sual əvəzliyi var ki, burada da bağlayıcı vasitə, bağlayıcı sözdür. Burada da tabesilik bağlayıcısı ilə bağlanmayıbdır. Bu da deyil. Daha sonra Məşədi bəy hara getsəydi, orada xalqın diqqətini özünə cəlb edirdi. Burada isə bağlayıcı vasitə getsəydi, sasə, şərt çəkini şəkilçisi vasitəsilə bağlanıbdır. Yenə bağlayıcı yoxdur. Haranı desələr, oranı abad edərik. Haranı desələr, sasə, yenə şərt çəkilçisi vasitəsilə bağlanıbdır. Hərçənd bunu fikirləşirdi, onunla danışmaq üçün bir qərara gələ bilmirdi. Baxın, burada hərçənd var, qarşılaşdırma məzmunu var burada. Hərçənd bunu fikirləşirdi, amma onunla danışmaq üçün bir qərara gələ bilmirdi. Burada da qeyd olunmuşdu ki, tabesilik bağlayıcısı işlənə bilər, demir var, işlənə bilər deyir. Bəli, biz burada qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlədə ammanı bərpa edə bilərik. Burada amma olsaydı, bağlayıcı vasitə kimi də çıxış edə bilərdi. Belə ki, yəni ammanı burada biz yaza bilərik. Hərçənd bunu fikirləşirdi, amma onunla danışmaq üçün bir qərara gələ bilmirdi. Və burada ammanı bərpa edərək tabesilik bağlayıcısını deyə bilərik ki, cümləni bağlayan vasitədir. Və doğru cavab olur E variantı. Yəni, bu tip suallarda qarşılaşdırma əlaqəli tabesi mürəkkəb cümlə, tabeli mürəkkəb cümlə daha doğrusu axtarmış olursunuz. Daha sonra sual 5-ə baxırıq. Aşağıdakı cümlələrdən birində budaq cümlə baş cümlədən öncə gəlibdir. Yəni, budaq cümlə baş cümlədən öncə gəlib, birinci budaq, sonra isə baş cümlə sxemini axtarırıq. Elə hadisələr olur ki, heç vaxt yaddan çıxmır. Olur, baş verir mənasındadır. Baş verir, olur. Nə hadisələr, hansı hadisələr elə? Heç vaxt yaddan çıxmayan hadisələr. Burada tam təyin budaq cümlədir. Hansı hadisələr olur? Heç vaxt yaddan çıxmayan. Budaq cümlə, deməli, əvəzlik qəlibi açır burada. Elə əvəzlik qəlibidir. Yəni, əvəzlik gəlibdir burada. Və burada birinci baş cümlədir. Sonra isə budaq cümlədir ki, aydınlaşdırma bağlayıcısı vasitəsilə də bağlanıbdır. Daha sonra o elə sənətkar idi ki, təsirindən çıxmaq olmurdu. Sənətkar idi. Kim o? Hansı sənətkar? Elə. Burada da ki, aydınlaşdırma bağlayıcısı var. Cümlədə yenicə təcrüncə yoxdur. Zaman budaq cümləsi olmadığı üçün yenə birinci baş cümlə, ikinci budaq cümlə gəlib. Üçüncüdə, yəni C variantında isə elə oxuyurdu ki, sanki bülbül idi. Oxuyurdu. Necə cümlə tərzdə elə. Burada da necə cümlə tərzdə oxuyurdu. Zaman budaq cümlə deyil. Ki ilə bağlanıbdır. Birinci baş, ikinci isə budaq cümlədir. Elə qapıdan içəri girmişdi ki, nənəsi onu səslədi. Baxın, burada isə gördüyümüz kimi cümləni birinci tərəfdən yox, ikinci tərəfdən çıxarırıq. Yəni, nənəsi onu səslədi. Nə etdi? Səslədi.
Kim nənəsi, kimi onu. Nənəsi onu nə vaxt, nə zaman səslədi? Qapıdan içəri girəndə, yəni qapıdan içəri girəndə şəklində sadələşdiririk bunu. Bu zaman budaq cümləsidir və burada baxmayaraq ki var, birinci budaq, ikinci isə baş gəlibdir. Ona görə doğru cavabımız D variantıdır. Bununla bağlı bir qeyd deyim sizə. Normalda ki bağlayıcısı, tabeli bağlayıcı gələndə birinci baş cümlə, ikincisi budaq cümlə gəlir. Bunun belə bir istisna məqamı var ki, o zaman yəni ki olanda o zaman birinci budaq, ikinci baş gəlir ki, bu zaman budaq cümlə zaman əlaqəli tabel mürəkkəb cümlə olur. Bir də ki, burada açar məqam yenicə, təzəcə, indicə sözləri ya var, ya da yoxdur özünüzdən artıra bilirsiniz. Baxın, yenicə qapıdan içəri girmişdi ki, nənəsi onu səslədi. Yenicə içəri girmişdim ki, işıq söndü. Yenicə televizoru yandırırdım ki, işıqlar söndü. Baxın, görürsünüz, nümunə çəkdiyimin hamısında birinci budaq, ikinci başdır. Çünki zaman əlaqəli tabeli mürəkkəb cümlədir. Eyni zamanda, bəzən cümlələrdə ola bilər ki, yenicə, təzəcə, indicə olar, amma yenə də birinci baş, sonra budaq gəlir. Yəni, həmişə elə yenicə, təzəcə, indicəni görən kimi fikirləşməyin ki, burada birinci budaq, sonra başdır. Fikir verin cümləyə ki, o zaman əlaqəli tabeli mürəkkəb cümlədirmi? Eyni zamanda nəyə diqqət edin? Baxın, görün, orada sual hardan çıxır? Əgər sual ki bağlayıcısı olan hissədən çıxırsa, deməli, burada baş və budaqdır. Çünki yadda saxlayın ki, hər zaman sual baş cümlədən çıxır. Budaq cümlədən sual çıxara bilmirik. Sualı baş cümlədən budaq cümləyə doğru ünvanlayırıq. Yəni, o məqama diqqət edin. Onunla da bağlı suallar var. İndi bir neçə sual sonra baxacağıq ona. Yəni, burada da yenicə təzəcəni bərpa edə bilirik. Zaman əlaqəli tabel mürəkkəb cümlə olduğu üçün birinci budaq, ikinci baş cümlədir. Y-də isə elə söz var, dəlib keçər. Elə söz var ki-ni özümüzdən bərpa edirik burada. Bu intonasiya ilə bağlanıbdır. Var, nə söz, hansı söz, elə söz, hansı söz, dəlib keçən. Görürsünüz, sualı yenə baş cümlədən, yəni bu hissədən çıxardırıq. Ona görə bura baş cümlə, ikinci cümlə isə budaq cümlədir. Və zaman əlaqəli də deyil ki, deyək ki, burada birinci budaq, ikinci baş gələcək. Elə bir məqam yoxdur. Və doğru cavab olacaqdır D variantı. Daha sonra növbəti sual 6-cı suala baxaq. Hansında budaq cümlə baş cümlədən sonra gəlibdir? Yəni, budaq cümlə baş cümlədən sonra gəlibsə, birinci baş, ikinci isə budaq cümlə gəlmiş olacaqdır. Elə ki, külək əsdi, toz aləmi basır. Nə etdi? Əsdi, nə əsdi? Külək, toz aləmi basır. Baxın, burada elə ki var. Elə ki, bağlayıcı sözdür. Bağlayıcı söz olanda birinci budaq gəlir, ikinci baş gəlir. Burada da birinci budaq, ikinci baş gəldiyi üçün A variantı deyil. Bizə baş budaq lazımdır. Sənətkar kürsüyə qalxmışdı ki, onu alqışladılar. Bayaq dediyim nümunə haqqında. Ki var burada. Normalda ki olanda baş budaq olur. Lakin burada ki olmasına baxmayaraq zaman əlaqəli tabel mürəkkəb cümlədir. Baxın, təzəcə sənətkar kürsüyə qalxmışdı ki, onu alqışladılar. Həm təzəcə yenicə artıra bilərik. Digər məqam isə cümlə digər, ikinci cümlədən çıxır. Alqışladılar. Nə vaxt, nə zaman alqışladılar? Sənətkar kürsüyə qalxanda. Görürsünüz, zaman əlaqəli tabel mürəkkəb cümlə olduğu üçün birinci cümlə budaq, ikinci cümlə isə baş cümlə olur. Yəni B-də deyil. C-yə baxaq. Təzəcə uzanmışdı ki, taxtaların cırıltısını eşitdi. Burada da təzəcə var. Eyni zamanda taxtaların cırıltısını eşitdi. Nə vaxt, nə zaman? Təzəcə uzananda. Zaman əlaqəli olduğu üçün ki olmasına baxmayaraq birinci budaq, ikinci başdır. Evə çatmışdım ki, telefonuma zəng gəldi. Təzəcə evə çatmışdım ki, telefonuma zəng gəldi. Təzəcəni artıra bilirik. Zaman əlaqəli tabel mürəkkəb cümlədir. Birinci budaq, ikinci başdır. Biz o zaman şəhərə çatdıq ki, artıq hava qaralmışdı. Ki var. Nə etdik? Çatdıq. Kim çatdı? Biz. Nə vaxt, nə zaman? O zaman haraya çatdıq? Şəhərə. Çatdıq. Nə vaxt, nə zaman çatdıq? Hava qaralmışdı. Yəni hava qaralanda. Görürsünüz, sualı buradan çıxardıq. Birinci cümlədən çıxartdığımıza görə bura birinci cümlə baş cümlə, ikinci cümlə isə budaq cümlə olur. Bizdən də baş budaq istədiyi üçün cavab olur E variantı. Yəni diqqətli olun, görün sualı hardan verirsiniz. Sual hardan çıxırsa, o cümlə də baş cümlə sayılır. Sual 7-yə baxıram. Harada işləyirik, orada da yaşayırıq. Cümləsi haqqında verilən fikirlərdən biri doğru deyil. Burada harada əvəzlik, daha doğrusu bağlayıcı sözdür. Deməli, birinci budaq, ikinci baş cümlə gəlmiş olacaqdır. İndi isə baxaq. Budaq cümləsi öncə, deməli, burada harada bağlayıcı sözdür. Bağlayıcı vasitə burada harada sözdür. Budaq cümləsi öncə gələn tabeli mürəkkəb cümlədir. Bəli, bu fikir doğrudur. Bizdən isə yanlış fikri soruşduğu üçün A-nı götürmürük.
Heç bir cümlədə mübtədə işlənməyib, işləyirik biz mübtədəsi ixtisar olunubdur. Orada da yaşayırıq kim biz? Bəli, heç birində mübtədə yoxdur. Mübtədələr ixtisar olunubdur. Budaq cümlə baş cümləyə yalnız intonasiya ilə bağlanmışdı. Yanlışdır. Axı bayaq da dedik ki, harada burada bağlayıcı sözdür. Yəni yalnız intonasiya ilə yox, bağlayıcı sözlə bağlanıb eyni zamanda. Fikir səhv olduğu üçün cavab C-dir. Cümlələr fe'li xəbərlidir. İşləyirik, yaşayırıq. Bəli, hər ikisi fe'li xəbərlidir. Hər iki cümlə müəyyən şəxsidir. İşləyirik, yaşayırıq. Hər ikisi müəyyən şəxsi cümlədir. Bu da düzdür. Doğru cavab oldu C variantı. Yəni yanlış fikir C-də idi. Daha sonra sual 8. Əvəzlik gəlib və bağlayıcı söz növləri Eylen diaqramına əsasən doğru fikirləri müəyyən edin. Yəni əvəzlik gəliblə bağlayıcı sözü müqayisə edəcəyik. Budaq cümlənin növünü müəyyən edir. Bəli, əvəzlik gəlib budaq cümlənin növünün tapılmağında rol oynayır. Bir doğrudur. Budaq cümləni baş cümləyə bağlayır. Xeyr, əvəzlik gəlib budaq cümləni baş cümləyə bağlamır. Budağı başa bağlayan bağlayıcı sözdür. Yalnız əvəzliklə ifadə olunur. Bağlayıcı söz yalnız əvəzliklə ifadə olunmur. O yerdə ki, məsələn, elə ki və s. elə ki, düzdür, əvəzlik plus ki ədatıdır. Amma o yerdə ki, məsələn, bağlayıcı sözdür, amma yalnız əvəzlik deyil. Buna görə yalnız əvəzliklə ifadə olunur. Məsələn, bağlayıcı söz haqqında deyə bilmərik. Ortaq fikir deyil, yanlışdır. Sadələşən zaman cümlədən atılır. Bəli, bağlayıcı sözdə əvəzlik gəlibdə cümlə tabir mürəkkəb cümlə sadə cümləyə çevrildikdə artıq onlar cümlədən atılır. Bu hər ikisi haqqında doğrudur. 1-4. Daha sonra hər zaman budaq cümlədə işlənir. Bağlayıcı söz hər zaman budaq cümlədə işlənir. Əvəzlik gəlibsə baş cümlədə. Bu da yalnız bağlayıcı söz haqqında yazıldığı üçün doğru fikirdir. Morfoloji baxımdan dəyişə bilir. Morfoloji baxımdan dəyişə bilmək şəkilçi qəbul etməsidir ki, həm əvəzlik gəlib, həm də bağlayıcı söz şəkilçi qəbul edə bilir. Bu ortaq fikirdir. Yalnız bağlayıcı söz haqqında yazıldığı üçün yanlışdır. Cavab olur 1-4-5 D variantı. Hansı cümlədə sual 9-a baxırıq? Budaq cümlə ismi xəbərlidir. Elə ki, onu gətirdilər, o mənimdir. Elə ki, bağlayıcı söz olduğu üçün birinci budaq, ikinci başdır və budaq cümlə fe'li xəbərlidir. Gətirdilər fe'li xəbərdir, A deyil. Kimi buradan aparsa da, sa plus da kimi var burada. Bağlayıcı söz var, sa plus da var. Birinci budaq, ikinci başdır. Budaq cümlədə aparsa fe'li xəbərlidir. Mən o adam deyiləmmi? İllərlə yolumu gözləmisən. Əgər mi ədatı varsa, cümlənin sonunda sual işarəsi varsa, amma həmişə sual yox, bəzən sual işarəsi olsa da yenə budaq başdır. Əsasən cümlənin sonunda sual işarəsi olur və mi sual məzmunu ifadə edirsə, bu zaman birinci baş, sonra budaq cümlə gəlir. Yox, əgər mi sual məzmunu ifadə etmirsə, öz funksiyasını itirirsə, bu zaman bağlayıcı vasitə olur və birinci budaq, sonra baş gəlir. Burada eyni zamanda ki də bərpa edə bilirsinizsə, birinci baş, sonra budaqdır. Mən o adam deyiləmmi ki, illərlə yolunu gözləmisən? Burada kini də bərp edə bilirik. Birinci baş, sonra budaqdır. Və bizdən də budaq cümlənin ismi xəbərli soruşurdu. Budaq cümlə gözləmisəndir, amma fe'li xəbərlidir, ismi xəbərli deyil. Hələ inanmır ki var. Birinci baş, ikinci budaq cümlədir. Biz onu yaddan çıxarmayanlarıq. Deməli, onu yaddan çıxarmayanlarıq. Kim? Biz. Anən fe'l sifət var. Fe'l sifətlə ifadə olunduğu üçün razoloji birləşmədə yaddan çıxarmayanlar bu ismi xəbərli sayılır və bizdən də budaq cümlənin ismi xəbərli soruşduğu üçün cavab D-dədir. İşin gətirməsə, sasə birinci budaq, ikinci baş cümlədir və gətirmək də fe'li xəbər olduğu üçün Y-də deyil. Doğru cavab oldu D-də. Sualın, bəlkə onu da gətirsinlər ki, məsələni həll edək. Bəlkə onu da gətirsinlər ki, məsələni həll edək. Cümləsinin təhlilinə aid olan fikri müəyyən edin. Deməli, burada ki var, ki aydınlaşdırma bağlayıcısı olduğu üçün birinci baş cümlə, ikinci isə budaq cümlədir. Budaq cümlə səbəb məzmunu daşıyır. Baxaq, budaq cümlə, deməli, ikinci cümlə idi. Bəlkə onu da gətirsinlər, nə etsinlər gətirsinlər kimi onu, məsələni həll edək. Xeyr, budaq cümlə səbəb məzmunu daşımır. Bu fikir yanlış fikirdir, yəni səbəb məzmunu daşımır. Baş cümlədə əvəzlik gəlib işlənibdir. Baş cümlə birinci cümlədir. Burada deməli əvəzlik gəlib işlənibdirmi? Bəlkə onu da gətirsinlər ki, məsələni həll edək. Xeyr, baş cümlədə əvəzlik gəlib yoxdur. Bu fikir də yanlışdır. Budaq cümlənin xəbəri quruluşca sadədir. Məsələni tez həll edək. Həll etmək budaq cümlənin xəbəridir. Bəli, xəbər quruluşca sadədir. Çünki xəbər quruluşca ya mürəkkəb, ya sadə olur. Düzəltmə xəbər yoxdur. Fikir, yəni burada da həll etmək sözlə ifadə olunduğu üçün mürəkkəb sözlə quruluşca sadə götürülür. Mürəkkəb sayılmır. Mürəkkəb xəbər odur ki, söz birləşməsindən ifadə olunsun. Fikir doğru olduğu üçün cavab C-dir. Baş cümlə ümumi şəxsli sadə cümlədir.
onu da gətirsinlər. Qeyri-müəyyən şəxsi cümlədir, sadə cümlə deyil. Budaq cümlədə təyin işlənib, məsələni tez həll edək. Nəyi, məsələni, nə vaxt, nə zaman, tez. Xeyr, cümlədə təyin yoxdur. Bu da yanlışdır. Doğru cavab oldu C variantı. Daha sonra sual 11-ə baxaq. Klasterin boş xanalarını hansı fikirlər doldura bilər? Şərt şəklində olan feil, yəni sasə, şərt şəklində olan feil varsa, baş cümlənin xəbəri ola bilməz. Bəli, sasə şərt olanda birinci budaq, ikinci baş olur və sasə şərt şəkilçili feil budaq cümlədə olur, baş cümlədə yox. Budaq cümlənin xəbəri olur, baş cümlənin yox. Bu fikir doğrudur. Bağlayıcı sözlə eyni cümlədə işlənə bilməz. Yanlışdır. Təbii ki, bağlayıcı söz olan cümlədə, yəni sasə şərt şəkilçisi də işlənə bilər. Məsələn, nümunə deyə bilərik ki, hansı gətirsə, ona da verin. Burada hansı, yəni bağlayıcı söz var, eyni zamanda sasə şərt şəkilçisi də işlənə bilər. Bu fikir yanlışdır. Daha sonra budaq cümləni baş cümlənin ümumi məzmununa aid edə bilir. Bəli. Ümumiyyətlə şərt belə deyək, budaq cümlə, şərt budaq cümlə, tabir mürəkkəb cümlədə, eyni zamanda bir də qarşılaşdırma əlaqəli tabir mürəkkəb cümlədə budaq cümlə baş cümlənin ümumi məzmununu ifadə edir. Bu fikir də doğrudur. Budaq cümlənin xəbəri ola bilməz. Təbii ki, yanlışdır. Elə budaq cümlənin xəbəri olur. Doğrunu istədiyi üçün 1, 3, cavab olur A variantı. Daha sonra növbəti suala baxırıq. Sual 12. Hansında baş cümlə budaq cümlədən sonra gəlir? Baş cümlə budaqdan sonra gəlir. Yəni birinci budaq, ikinci isə baş cümlə gəlməyini soruşur. Bayaq bunun haqqında demişdim, yenicə tərcümə məsələsi ilə bağlı. Yəni burada diqqətli olmaq lazımdır ki, hər yenicə tərcümə olana fikir verməyin ki, yəni burada budaq baş gəlir. Baxaq görək sual hardan çıxacaqdır burada. Yenicə bilirəm ki, onu da gətirəcəklər. Nə edirəm, bilirəm, nəyi bilirəm, onu da gətirəcəklərini. Bu tamamlıq budaq cümlədir. Və sual birinci cümlədən çıxdığı üçün burada yenicə olmasına baxmayaraq, birinci baş, ikinci budaq cümlədir. İkincidə isə təzəcə mənə agah olub, nə agah olub, günahkar ilə özümün olduğum. Burada da mübtədə budaq cümlədir və birinci sual buradan çıxdığı üçün baş cümlə, ikinci budaq cümlədir. Yenicə dərsi bitirmişdim ki, qonaqlar gəldi. Baxın, burada isə zaman əlaqəli tabir mürəkkəb cümlədir. Qonaqlar gəldi. Nə etdi, gəldi? Kim qonaqlar? Qonaqlar nə vaxt, nə zaman gəldi? Dərsi bitirəndə. Gördünüz, bu zaman artıq tabir mürəkkəb cümlədə zaman əlaqəlidir. 2 olmasına baxmayaraq birinci budaq, ikinci isə baş cümlədir. Elə budaq baş istənildiyi üçün cavab C variantıdır. Sən də düşünürsənmi, o bunların ötəsindən gələr. Sən də düşünürsənmi ki, kini bərpa edə bilirik və burada mi sual məzmun ifadə etdiyi üçün birinci baş, ikinci isə budaq cümlədir. Neçə gün idi ki, bu qədər yorulmamışdıq. Neçə gün idi ki var, aydınlaşdırma əlaqəli tabeli, yəni aydınlaşdırma bağlayıcısı var, tabeli bağlayıcı və burada da yenicə tərcümə bərpa edə bilmirik. Zaman əlaqəli olmadığı üçün burada birinci baş, ikinci budaq gələcək. Budaq baş istəniliyinə görə cavab oldu C. Sual 13. Əgər cümlədə bağlayıcı söz işlənibsə, nöqtələrin yerinə hansı fikir yazıla bilər? Bağlayıcı söz işlənibsə, deməli, birinci budaq, ikinci baş cümlə gəlibdir. Baxaq. Baş cümlədə budaq cümlədən öncə gəlib, yanlışdır. Birinci budaq, sonra baş gəlir. Baş cümlədə bağlayıcı sözün mənası izah edilir. Baş cümlədə yox, budaq cümlədə bağlayıcı. Daha doğrusu, baş cümlədə bağlayıcı sözün mənası izah edilir. Xeyr, baş cümlədə bağlayıcı sözün mənası izah edilmir. Baş cümlədə, belə deyək, bağlayıcı sözə qarşılıq söz işlənə bilir. Amma baş cümlədə bağlayıcı sözün mənası izah edilmir. Bu yanlışdır. Sual əvəzi sual funksiyasını saxlayır. Xeyr. Bağlayıcı söz funksiyasını işlənən sual əvəzi sual intonasiyasını, sual funksiyasını itirir. Qarşılıq söz əsasən işlənə və ya bərpa oluna bilər. Bəli, bayaq dediyimiz kimi bağlayıcı söz gəldikdə budaq cümlədə, ikinci baş cümlədə isə qarşılıq söz əsasən işlənə və ya bərpa oluna bilər. Cavab D-dir. Budaq cümlə həm əvvəl, həm sonra gəlir, yanlışdır. Onda birinci budaq, sonra baş gəlməlidir. Sual 14. Cümlənin təhlilinə aid olan doğru fikirləri seçin. Kim verilən tapşırıqları vaxtında yerinə yetirəcəksə, o hədiyyəni qazanacaq. Bizdən doğru fikirləri soruşur. Deməli, burada kim var, bağlayıcı söz var, birinci budaq, ikinci baş cümlə gələcəkdir, hətta sasə də var. Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənibdir. Budaq cümlə. Baxaq, kim verilən tapşırıqların baş cümləyə baxaq, o hədiyyəni qazanacaq. Qazanacaq kim? Verilən tapşırıqların vaxtında yerinə yetirən. Bəli, burada baş cümlədə
Budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib. Çünki nə edəcək? Qazanacaq. Nəyi? Hədiyyəni. Hansı hədiyyəni? O. Cümlədə mübtədə buraxılıbdır. Qazanacaq kim? Mübtədə buraxılıbdır və mübtədənin yerində budaq cümlə işlənibdir. Kim verilən tapşırığı vaxtında yerinə yetirəcəksə, yəni verilən tapşırığı vaxtında yerinə yetirən o hədiyyəni qazanacaq. Gördünüz, sadələşdirdikdə budaq cümlə mübtədə kimi sadələşir. Deməli, bu mübtədə budaq cümlədir. Və həqiqətən də budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənib. Bu fikir doğru fikirdir. Daha sonra budaq cümlə sa şərt çəkilisi və bağlayıcı sözlə bağlanıb səhvdir. Çünki buradakı yetirəcəksə, sasə isənin qısaltmışıdır. Şərt çəkilin şəkilçisi deyil. 2 səhvdir. Budaq cümlə baş cümlədən sonra işlənibdir. Budaq cümlə başdan sonra işlənib, yanlışdır. Birinci budaq işlənibdir. Budaq başdan yox, sonra yox, əvvəl işlənibdir. Baş cümlədə təyin işlənmişdir. Baxaq, o hədiyyəni, bəli, o burada təyindir. Özündən sonra vergül gəlsə mübtədə olardı, amma vergül olmadığı üçün təyindir. Bu doğru fikirdir. 1-4. Budaq cümlənin mübtədəsi olsa da, baş cümlədə mübtədə işlənməyibdir. Yerinə yetirəcəksə, kim? Elə kim burada sual cavab vermədən sual əvəzliyi mübtədədir. Bəli, var, amma budaq cümlə, baş cümlədə mübtədə yoxdur. Budaqda olsa da başda olmadığı üçün bu da doğrudur. 1-4-5 olur C variantı. Daha sonra sual 15. Hansı nümunələrdə budaq cümlənin xəbəri feilin şərt şəklindədir? Budaq cümlənin feilin xəbəri deməli, budaq cümlə şərt şəklində olmalıdır. Elə kitablar qarşına çıxsa mənə xəbər et. Çıx, çıxsa. Birbaşa başlanğıc formaya artırılıbdır. Sasə burada şərt şəklidir. Biri birdir. Kimin gücü varsa, var feil olmadığı üçün bu isənin qısaltmışıdır. Təbii ki, feilə qoşulur da şərt. Adlara qoşulmur. Bu getdi. 100 Hitler, 1000 Hitler yığıldısa, zamandan sonra qoşulan sasə təbii ki, isə hissəcidir. Burada şərt deyil. Ata qumarbaz olsa, birbaşa kökə qoşulubdur. Ona görə burada da isə deyil, şərtdir. Arazın o tayına keçsək, sasə, burada da birbaşa kökə qoşulduğu üçün sasə şərtdir. Şərt istənildiyi üçün 1, 4, 5 olur. D variantı. 16. Verilən cümlələrə əsasən cədvəli müqayisə edib doğru fikirləri müəyyən edin. O yerdə ki, baxın bu bağlayıcı sözdür. Bağlayıcı söz olduğu üçün birinci budaq, ikinci baş cümlə olacaqdır. O yerdə qar əriyir ki, orada hava tez yumşalır. Burada ki bağlayıcısı var və o yerdə qar əriyir. Nədir əriyir? Nə qar? Harada o yerdə? Burada deməli ki var. Yenicə təcrübə yoxdur. Zaman əlaqəli tabir mürəkkəb cümlə deyil. Birinci baş cümlədir, ikinci budaq cümlədir. İndi isə baxaq müqayisə edək. Birinci cümlə haqqında budaq cümlə müəyyən şəxslidir. Budaq cümlə o yerdəki hörmətini saxlamırlar. Xeyr, müəyyən şəxsi cümlə deyil. Çünki mübtədəsi yoxdur, xəbər üçün cəmindədir və təbii ki, fərq edə bilmir üçün cəmində olanda. Budaq cümlə müəyyən şəxslidir fikri yanlışdır. Bir sizin cavabınız deyil. Yəni A, C və Y cavab ola bilməz. 2-yə baxaq. Baş cümlə budaq cümlədən sonra işlənibdir. Bəli, düzdür. Birinci budaq sonra baş gəlibdir. Bu fikir doğru fikirdir. İkinci cümlə, budaq cümlənin xəbəri qayıdış növdədir. Budaq cümlə ikincidir, yəni burada hava tez yumşalır. Amma orada budaq cümlənin xəbəri qayıdış növdə yox, məlum növdədir. Bu fikir ona görə yanlışdır. 3-ü də cavab götürmürük. 4-ə baxaq. Köməkçinin tikisəsi baş cümlədə işlənibdir. Baş cümlə birincidir. O yerdə qar əriyir ki. Bəli, burada ki, deməli, köməkçinin tikisəsidir və eyni zamanda baş cümlədə işlənib. Amma birinci ilə müqayisə eləsək, burada ki ədatı budaq cümlədədir. Ona görə yalnız ikinci haqqında düzdür. 4-ü götürürük. Baş cümlə budaq cümlədən öncə gəlib. Bu ortaq ola bilməz. Çünki ikincidə baş budaq, birincidə isə budaq başdır. Budaq cümlədə zərflik işlənibdir. Budaq cümlə. Baxaq, orada hava tez yumşalır. Harada, orada zərflik var. O yerdə ki, hörmətini saxlamırlar. Harada, o yerdə. Burada da zərflik var. Doğrudur. Cavab olur 2, 4, 6. Yəni B variantı. Sual 17. Cümlə haqqında səhv fikri müəyyən edin. Deməli, evə çatmışdım ki, işıqlar söndü, ətraf qaraldı. Təzəcə evə çatmışdım ki, burada ki olmasına baxmayaraq təzəcə yenicə, yəni zaman əlaqəli olduğu üçün birinci budaq, ikinci isə baş cümlədir. Baş cümlə ikinci işlənib düzdür. Budaq cümlə səbəb nəticə əlaqəli tabiəsi mürəkkəb cümlədir səhvdir. Çünki budaq cümlə yox, baş cümlə səbəb nəticə əlaqəli tabiəsi mürəkkəb cümlə var budaq cümlənin komponentində. Daha doğrusu baş cümlənin komponentində işıqlar söndü, ona görə ətraf qaraldı. Burada səbəb nəticə əlaqəli tabiəsi mürəkkəb cümlə var, amma budaqda yox, başdadır. Ona görə fikir səhvdir, elə B-dir cavab. Budaq cümlə baş cümlə aydınlaşdırma bağlayıcısı ilə bağlanıb 2 ilə düzdür. Budaq cümlə müəyyən şəxsi geniş cümlədir. Çatmışdım haraya? Evə.
Bəli, geniş nə deməkdir? Yəni ikinci dərəcəli üzvündə iştirak elədiydi. Mübtədəni də bərpa edə bilərik. Mən çatmışdım. Müəyyən şəxsdir, bu da düzdür. Y-də budaq cümlənin xəbəri nəqli keçmiş zamandadır. Budaq cümlə çatmışdım. Mış. Burada nəqli keçmiş zamandı. Bu da doğrudur. Yanlış olan cavab oldu B variantında. Daha sonra sual 18. Cümlə haqqında yanlış fikirləri müəyyən edin. Yəni səhvləri tapmalıyıq. O da qardaş nəvəsi olan Məhəmməd Həsən xanı tutub qolu bağlı şəyə göndərmişdi ki, İbrahim xan onu tələf etsin. Deməli, yanlış cavabları tapmalıyıq. O da qardaş nəvəsi olan Məhəmməd Həsən xanı tutub qolu bağlı şəyə göndərmişdi ki, burada ki var, yenicə təcrüncə yoxdur. Deməli, birinci baş cümlə olacaq, ikinci isə budaq cümlədir. Budaq cümləsi baş cümlədən sonra gəlmişdi. Bu fikir doğrudur, lakin biz doğrunu götürə bilməyəcəyik. Çünki səhvləri istəyir bizdən. Biri cavab götürmürük. Budaq cümlə baş cümlədə işarə əvəzi ilə ifadə olunmuş üzvü izah edir. Budaq cümlə baş cümlədə işarə əvəzi ilə ifadə olunmuş üzvü bir dəqiqə. O da qardaş nəvəsi olan Məhəmməd Həsən xanı tutub qolu bağlı şişəyə göndərmişdi. Nə etmişdi? Göndərmişdi. Kim? O. İbrahim xan onu tələf eləsin. Baxın, burada o şəxs əvəzli idi, lakin əvəzlik gəlib işarə vəziklərlə əsasən ifadə olunur ki, əgər o əvəzlik gəlib olsaydı bu zaman budaq cümlə baş cümlədə deməli əvəzliyi, yəni əvəzlik gəlibin izah edərdi. Eyni zamanda işarə əvəzli ilə ifadə olunmuş üzvü deyir, göndərmişdi kim o, yəni İbrahim xan onu tələf eləsin. Burada işarə əvəzliyi yoxdur ümumiyyətlə. O da qardaş nəvəsi olan Məhəmməd Həsən xanı tutub qol bağlı şüşəyə göndərmişdi. Buradakı işarə əvəzliyi yox, şəxs əvəzliyi idi. Yəni buna o şəxs əvəzliyi yox, işarə əvəzliyi yazdığı üçün bu fikir yanlış fikirdir. 3-də budaq cümlədə mübtədi isim birləşmə ilə ifadə olunubdur. Budaq cümlə ikinci cümlədir. İbrahim xan onu tələf etsin. Tələf etsin kimi onu, kim İbrahim xan. Bəli, isim birləşmə və yaxud da mürəkkəb adlı deyə bilərik buna. İsim birləşməni ifadə olunubdur. Bu doğru olduğu üçün 3-ü götürmürük. Daha sonra baş cümlə ardıcılıq əlaqəli tabiiz mürəkkəb cümlədir. Baş cümlə birinci cümlədir. O da qardaş nəvəsi olan Məhəmməd Həsən xanı tutub Qarabağlı şişəyə, qolu bağlı şişəyə göndərmişdi ki, burada ümumiyyətlə mürəkkəb cümlə deyil, bu cümlə sadə cümlədir, yəni baş cümlə. Ona görə bu yanlış fikirdir. 5-də budaq cümlənin xəbəri quruluqca mürəkkəbdir. Budaq cümlə tələf etmək mürəkkəb feildir, lakin quruluşca mürəkkəb deyil. Çünki xəbər quruluşca o zaman mürəkkəb olar ki, söz birləşməsinin ifadə olsa, amma tələf etmək söz birləşməsi deyil, axı mürəkkəb söz sadə cümlə üzvü götürülür, mürəkkəb cümlə üzvü sayılmır. 5 səhvdir. Cavab olur ki, 4-5 B variantı. Sual 19. Baş cümlə öncə gəlib, budaq cümlə öncə gəlibdir. Deməli, o ki lazımdır, ağlatdılar. O ki burada bağlayıcı sözdür. Ona görə birinci budaq, ikinci baş gəlibdir. Budaq cümlə öncə gəlib, adını yazırıq ikinciyə. Bir dəqiqə bu hissəni silim, qarışıq olmasın. Aha. Daha sonra B-də gəlişim ona görədir ki, işimiz yaxşı deyil. Burada ki var, baş budaqdır. Baş cümlə öncə gəlib, yəni B-ni yazırıq birinciyə. Daha sonra o səbəbə gəlmişdim ki, onları gətirim. Burada da ki var, yenə olacaqdır baş budaq. Birinci baş gələn birdədir, birə yazırıq C-ni. Daha sonra deyə baxaq, mənim qapıma ayağın düşər, səni itlə çıxardaram. Mənim qapıma ayağın düşərsə, sasəni bərpa edə bilirik, intonasiya ilə bağlanıb. Lakin sasəni bərpa etdiyimiz üçün budaq başlı, yəni budaq öncə gəlib. 2-yə yazırıq D-ni. Bir dəqiqə, D-ni. Daha sonra o bir gündə olsa, sasə var, sasə olanda budaq başlı, budaq cümlə öncə gəlib, 2-yə yazırıq eyni. Cavab olur 1-ə B-C, 2-yə A-D-Y, yəni A variantı. Sual 20. Budaq cümləsi baş cümlədən əvvəl gəlməyən tabeli mürəkkəb cümlədir. Yəni budaq cümlə baş cümlədən əvvəl gəlməsin. Birinci baş cümlə gəlsin, ikinci budaq cümlə gəlsin. Dolayısıyla bu sxemi soruşur bizdən. Bir addım attı mı, vuracağam. Burada mı sual intonasiyası ifadə etmədiyi üçün birinci budaq, ikinci isə baş cümlə gəlibdir. Yadda saxlayın, mı sual intonasiyası ifadə etmirsə, mı orada bağlayıcı vasitədir və budaq başdır. Yox, sual intonasiyası ifadə edirsə, bu zaman isə baş budaq olur. Baxın burada, bilirsənmi, bütün gün səni gözləmişəm. Həm sual işarəsi var sonda, amma bunu hər zaman özünü doğrultmur. Çünki bəzən sonda sual qoyulsa belə, buradakı mı
sual intonasiyası ifadə etməyə bilər. Yəni, sual intonasiyası ikinci cümləyə əsasən qoyula bilər. Sual işarəsi orada. Bilirsənmi ki? Ki-ni bərpa edə bilirəmsə, deməli, burada birinci baş, ikinci budaqdır. Baş budaq istəniliyinə görə cavab B-dir. Külək əsdimi? Yağış yağacaq. Mi burada bağlayıcı vasitədir və sual intonasiyası ifadə etmədiyi üçün budaq başdır. O ki var burada. Bağlayıcı söz olduğu üçün yenə budaq başdır. Evə çatdım ki, işıqlar söndü. Burada da deməli, təzəcə evə çatmışdım ki, işıqlar söndü. İşıqlar söndü. Nə vaxt, nə zaman? Evə çatanda. Zaman əlaqəli tabir mürəkkəb cümlə olduğu üçün ki olmasına baxmayaraq, birinci budaq, ikinci baş cümlə olur. Və doğru cavab olur B bəndi. Sual 21. Verilmiş cümlə haqqında yanlış fikri seçin. Bu kəngərli süvari idi. Süvari idi. Nə bu? Hansı kəngərli? O zaman öz igidliklərlə məşhur idilər. Məşhur idilər. Nə ilə öz igidliklərlə? Nə vaxt, nə zaman, o zaman? Nə istəyir bizdən? Yanlış fikri. Budaq cümləsi baş cümlədən sonra gəlibdir. Burada ki var. Birinci baş cümlə, daha sonra isə budaq cümlə gəlib. Budaq cümlə baş cümlədən sonra gəlib fikri doğru fikirdir. Aydınlaşdırma bağlayıcısı ilə bağlanmışdı. Ki aydınlaşdırma var. Doğrudur. Budaq cümlə baş cümlədəki işarə əvəzliyi ifadə olunmuş mübtədəni izah edir. Yanlışdır. Çünki burada budaq cümlə baş cümlədəki işarə əvəzliyi ifadə olunmuş mübtədəni yox, budaq cümlə baş cümlədə buraxılan təyini izah edir. Bu, o kəngərli süvari idi ki, o zaman öz igidliyi ilə məşhur idi. Yəni, bu fikir yanlış fikirdir. Mübtədəni izah etmir. Eyni zamanda bu təyin budaq cümlədir. Mübtədə budaq cümlə deyil. Həm baş, həm də budaq cümlə ismi xəbərlidir. Süvari idi ismi xəbər, məşhur idilər ismi xəbər, düzdür. Deməli, daha sonra yanlışı soruşduğu üçün elə cavabımız C variantıdır. Yanlışı soruşurdu bizdən. C-ni atmayım. Budaq cümlə baş cümlədə buraxılan təyini izah edir. Bəli, baxın bu fikir doğrudur. Budaq cümlə baş cümlədə buraxılan təyini izah edir. Burada da buraxılan təyin odur. Bu, o kəngərli süvari idi. Hansı kəngərli süvari? O kəngərli. Burada o buraxılıbdır. Belə ki, budaq cümlə baş cümlədə buraxılan təyini izah edir. Buradakı fikirlə C-dəki fikir təzadlıq təşkil edir, əks fikirdir. Yəni, burada yazıb budaq cümlə baş cümlədə işarə əvəzli ifadə olunmuş mübtədəni izah edir. Xeyr, mübtədəni yox, buraxılmış təyin izah edir. Y doğrudur. Yanlış cavab C variantında oldu. Daha sonra sual 22. Hansı nümunədə budaq cümlə ikinci işlənib? Yəni, birinci baş gəlibdir, ikinci isə budaq gəlibdir. Bu sxemə baxaq. Hər kim 100 il yaşamasa, sasə var. Deməli, birinci budaq, ikinci baş gəlibdir. Bu məsələyə görədir ki, hər kəs əhdə sadiq qaldı. Bu məsələyə görədir ki var burada. Zaman əlaqəli tabeli mürəkkəb cümlə deyil. Ona görə birinci baş, ikinci də budaqdır. Elə doğru cavab B-dədir. Hər kim əziyyət çəksə, sasə var. Deməli, birinci budaq sonra başdır. Səni kim axmaq deyirsə, sasə var. Birinci budaq, ikinci başdır. Bütün bunları oxusa, sasə var. Birinci budaq, ikinci başdır. Doğru cavab baş budaq istəndiyi üçün B variantı olur. Sual 23. Budaq cümləsi baş cümlədən əvvəl gələn cümləni müəyyən edin. Budaq cümlə baş cümlədən əvvəl gələn, yəni sxem bu şəkildə olur. Arzum budur ki, arzum budur. Budur, nədir budur? Nə arzum? Ki var burada. Zaman əlaqəli deyil. Birinci baş, ikinci budaqdır. Eləsi var, axı tullanmadan hop deyir. Arx olmalıdır burada. Eləsi var ki, baxın, intonasiya ilə bağlanıb, amma ki-ni bərpa edə bilirəm özümdən. Zaman əlaqəli olmadığı üçün. Eləsi var ki, arxı hoppanmadan hop deyir. Burada da ki-ni bərpa edə bilirəm. Zaman əlaqəli olmadığı üçün birinci baş, ikinci budaq gəlir. Arxı tullanmışdı ki, üst başını palçıq gördü. Baxın, təzəcə arxı tullanmışdı ki, yenicə arxı tullanmışdı ki. Bu zaman yenicə təcəni bərpa edə bilirik. Zaman əlaqəli tabir mürəkkəb cümlədir. Və hətta sual ikinci cümlədən çıxır. Bax, üst başını palçıq gördü. Nə vaxt, nə zaman? Arxı tullanmışdı. Yəni, arxı tullananda. Burada zaman əlaqəli olduğu üçün birinci budaq, ikinci baş var. Baxmayaraq ki var. Cavab da C-dir. Bir şərtlə razı olaram ki var. Zaman əlaqəli deyil. Deməli, baş budaq olacaqdır. İtirməkdən qorxmurdu. Çünki var. Çünki səbəb əlaqəli tabeli mürəkkəb. Bir dəqiqə üzr istəyirəm. Yəni, bağlayıcılardan səbəb bağlayıcısıdır. Çünki səbəb bağlayıcısı ilə aydınlaşdırma olanda baş budağı idi, sxem. Burada da baş budağı olmuş olur. Və cavab oldu. Budaq baş C variantında. Sual 24. Oxumaq istəyirsə, sasə var. Deməli, birinci budaq, ikinci baş cümlə gələcəkdir. Tabir mürəkkəb cümlənin təhlilinə aid olan fikri müəyyənləşdirin. Yəni, doğrunu tapmalıyıq.
Budaq cümlə yalnız xəbərdən ibarətdir. Oxumaq istəyirsə, bəli, oxumaq istəmək birlikdə bir xəbər götürülür. Elə budaq cümlə yalnız bir xəbərdən ibarət fikri doğrudur. Cavabı olur A variantı. Baş cümlədə məstər tərkibi işlənibdir. Oxumağa başlasın. Ne üçün oxumağa başlasın? Nədən kitabdan? Hansı kitabdan? İlk. Burada oxumağa başlamaq birlikdə bir dənə mürəkkəb feil gedir. O məstər tərkibi sayılmır. Budaq cümlənin xəbəri feilin əmri şəklindədir. Xeyr, istəyirsə ir, zaman şəkilçisi var, xəbər şəklindədir. Baş cümlənin xəbəri feilin xəbər şəklindədir. Baş cümlə oxumağa başlasın. Xeyr, əmr şəklindədir. Baş cümlədə işarə vəzli işlənibdir. Baş cümlə ikinci cümlə idi. Elə ilk baxışdan oxumağa başlasın. Orada işarə vəzli yox, ədatdır. Bu da səhvdir. Cavab oldu A variantı. Sual 25. Budaq cümlənin təhlilinə aid olan fikirdir. O məsələni sən bilməsən də kolxozcular bilər. Sa plus da var. Deməli, budaq birinci, baş ikincidir. Budaq cümlənin xəbəri feilin xəbər şəklindədir. Sən bilməsən də sasə şərt şəklindədir. Xəbər şəklində deyil. Baş cümlənin təyini işarə vəzli ilə ifadə olunubdur. Baş cümlə ikincidir. Bilirlər. Kim kolxozcular? Burada heç işarə vəzliyi yoxdur. Ki bir təyin yoxdur bir işarə vəzli ilə də olsun. Baş cümlə budaq cümlədən öncə gəlib, səhvdir. Birinci budaq gəlib. Budaq cümlə qeyri-müəyyən şəxsi cümlədir. Budaq cümlə birincidir. O məsələni sən bilməsən, kimsən? Müəyyən şəxsi cümlədir, səhvdir. Hər iki cümlə müəyyən şəxsidir, bəli. Bilirlər kolxozcular, bilməsən sən. Hər ikisi müəyyəndir, cavab 7. 26. Baş cümləsində tərzi hərəkət zərfli işlənən cümlələri müəyyən edin. Əvvəlcə baş budağı tapmalıyıq. Deməli, o elə gözəl idi ki, bir baxan bir də baxırdı. Gözəl idi, kim o? Necəncünə tərz də elə. Burada elədən sonra sifət gəldiyi üçün elə burada zərflikdir. Hətta tərz hərəkət zərflidir. Və baş cümlədir birinci cümlə. Ki var burada. İkinci budaq cümlədir. Baş cümlədə tərz hərəkət zərfli işləndiyi üçün cavabın biri 1-dir. Sən necə tanıyıbsansa, sasə var. Birinci budaqdır. Həqiqət də elədir. Necədir? Elədir. Nə? Həqiqət. Burada deməli baş cümlədə, yəni ikinci cümlə baş cümlədir ki, burada tərz hərəkət zərfi yoxdur. Zərfliyi yoxdur. Elə suallar işləyəcəksiniz ki, sizi inkişaf etdirəcək. İşləyəcəksiniz ki, sizi inkişaf etdirəcək. İşləyəcəksiniz. Ki var burada, baş budaqdır. Lakin baş cümlədə elə suallar təyindir. Burada elə zərflik deyil. Nə qədər istəyir, alıb gətirsin. Nə qədər istəyirsə, sasəni bərpa edirik. Budaq başdır. Baş cümlədə yalnız xəbər var. Zərflik yoxdur. Necə istəyirsə, elə danışır. Sasəni bərpa edə bilirik. Və burada budaq başdır. Baş cümlədə də danışır. Necəncünə tərzdə elə. Elə burada tərz hərəkət zərfli olduğu üçün cavab olur 1-də 5. Yəni olur 1 və 5. Daha sonra sual 27. Sən ki belə mərd adamsan, bunun hamısını sənə bağışlayıram. Cümləsi ilə bağlı səhv fikirləri müəyyən edin. Səhvləri tapmalıyıq. Sən ki belə mərd adamsan, birinci budaqdır. Sən ki var burada. İkinci isə baş cümlədir. Budaq cümləsi baş cümlədən əvvəl gəlib. Bu fikir doğrudur. Baş cümlədə tamamlıq işlənibdir. Nə edirəm? Bağışlayıram. Kimə? Sənə. Nəyi bağışlayıram? Bunun hamısını. Baş cümlədə tamamlıqlar işlənib fikri də doğru fikirdir. Cümlənin sxemi baş budaq, yanlışdır, budaq başdır. Həmcins xəbərli sadə cümlədə xeyr, tabir mürəkkəb cümlədir. Yanlış istənildiyi üçün 3 və 4, 3-4 olur C variantı. 28. O bir kolun dibində uzanmaq istəyirdi ki, cümlənin hansı budaq cümlələrlə tamamlaya bilərik? Budaq cümlələrlə deyirsə, deməli bu cümlə baş cümləymiş ki, biz budaqla tamamlamalıyıq. Burada ki var, elə bir cümlə yazmalıyıq ki, bu zaman əlaqəli tabir mürəkkəb cümlə olmasın. Çünki zaman əlaqəli olsa budaq baş olardı. Burada zaman əlaqəli yaratmamalıyıq. O bir kolun dibində uzanmaq istəyirdi ki, ətrafı yaşıllıq olsun. Nə edirdi? Uzanmaq istəyirdi. Burada görürsünüz, yenicə təcrübə bərpa edə bilmirik və zaman əlaqəli olmadığı üçün bu cümlə baş cümlə olacaqdır. Daha doğrusu, bir dəqiqə, bunu silim. Burada zaman əlaqəli tabir mürəkkəb cümlə yaratmadığı üçün bu cümlə budaq cümlə olacaqdır. Birinci baş, ikinci budaq olacaq. Sualda birincidən çıxacaqdır. Biri götürə bilərik. Bir budaq cümlə kimi formalaşır, yəni yazıla bilər. O bir kolun dibində uzanmaq istəyirdi ki, istirahət etsin. Uzanmaq istəyirdi. Kim o? Arada kolun dibində istirahət etmək üçün, yəni uzanmaq istəyirdi. Burada da zaman əlaqəli yaratmır. Ona görə ikinci cümlə budaq cümlə olur. Cavabın 1-də 2-dir. O bir kolun dibində uzanmaq istəyirdi ki, dostlar onu çağırdı.
O bir kolun dibində yenicə uzanmaq istəyirdi ki, dostlar onu çağırdı. Zaman əlaqəli olduğu üçün birinci budaq, ikinci baş cümlə olur ki, bu baş cümlə kimi nöqtələrin yerinə yazıla bilir. Uzanmaq istəyirdi ki, evdən zəng elədilər. Yenicə uzanmaq istəyirdi ki, zəng elədilər. Bu da zaman əlaqəli olduğu üçün birinci budaq, ikinci baş cümlə olacaq. Bizdən də ikincini budaq cümlə istədiyi üçün nöqtələrin yerini budaq cümlə olanlar 1-dən 2-dədir. Cavab olur A variantı. Yox, əgər istəsəydi ki, baş cümlə tamamlasın, o zaman da 3-dən 4-ü götürəcəydiniz. Daha sonra sual 29. Elə insanlar var ki, sevinclərini bölüşə bilmirlər. Cümləsi ilə bağlı səhv fikirləri müəyyən edin. Yəni, yanlış fikirlər tapmalıyıq. Birinciyə baxsaq görərik ki, baş cümlədə vəzi gəlib işlənib yazılıbdır. Deməli, burada elə insanlar var ki var burada. Birinci baş cümlə, ikinci budaq cümlə olacaqdır. Baş cümlədə vəzi gəlib işlənib doğru fikirdir. Bəli, elə burada vəzi gəlib var. Bu düzdür. Bir yanlış, yəni düz olduğu üçün götürülmür. Bizdən səhvləri soruşurdu. Bir, yəni sizin cavabınız deyil. D və E cavab ola bilməz. İşarə vəzliyi cümlədə zərflik rolundadır. İşarə vəzliyi elə işarə vəzliyidir burada, lakin zərflik yox, təyin rolundadır. Fikir səhvdir. Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənibdir. Budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənibdir. Var, kim, insanlar, hansı insanlar, elə, hansı sevinclərini bölüşə bilməyən insanlar. Baxın, burada budaq cümlə baş cümlədə buraxılan üzvü izah eləmir, əvəzlik gəlibi açır, izah edir. Çünki burada elə əvəzlik gəlibdir, elə, hansı sevinclərini bölüşə bilməyən. Burada onu izah edir, açır. Axı əvəzlik gəlib buraxılmayıbdır. Elə cümlədə olmasaydı, bu zaman deyərdik ki, buraxılmış cümlə üzvün yerində işlənibdir. Hazırki vəziyyətdə burada elə əvəzlik gəlib işlənib, buraxılmış üzv deyil, orada cümlə üzvü olaraq təyin iştirak edir. Ona görə də budaq cümlə baş cümlədə buraxılmış üzvün yerində işlənib fikri yanlış fikirdir. Daha sonra 4-də budaq cümlədən çıxan sual ilə əvəzlik gəlibin sualı eynidir. Sual budaq cümlədən çıxmır. Sual baş cümlədən çıxır. Hər zaman sualı baş cümlədən çıxarırıq. Budaq cümlədən çıxan sual yazdığı üçün fikir yanlışdır. Baş cümlənin xəbəri ismi xəbər, budaq cümlənin xəbəri fe'li xəbərdir. Baş cümlənin xəbəri var, ismi xəbərdir. Budaq cümlənin xəbəri, baxaq, bölüşə bilmirlər, fe'li xəbərdir. Bu fikir doğru fikirdir, bəli. Bölüşə bilməmək fe'li xəbər, varsa ismi xəbərdir. Doğru olduğu üçün doğrunu götürmürük. Yanlış istədiyi üçün 2, 3, 4 olur C variantı. Sual 30. Yanlış fikirləri müəyyən edin. Yəni, yanlışları tapmalıyıq. Bağlayıcı söz işlənəndə budaq cümlə ikinci gəlir. Yanlışdır. Bağlayıcı söz işlənəndə budaq baş gəlir. Baş budaq yox. Belə ki, budaq cümlə ikinci yox, birinci gəlir. Bu fikir yanlış fikirdir. Biri birdir. Bir şərtlə, o şərtlə sözlər işlənəndə tərəf baş cümlədir. Bəli, baş budaq olur bu zaman. Bu doğru fikirdir. Baş cümlədəki əvəzlik gəlib buraxıla bilər. Bəli, buraxıla bilər. Sual adatı öz funksiyasını itirmirsə, baş cümlə birincidir. Bəli, sual məzmunu ifadə edirsə birinci baş, sonra budaqdır. Yox, sual məzmunu ifadə etmirsə, öz funksiyasını itirirsə, budaq başı olur. Aydınlaşdırma bağlayıcısı ilə bağlanan tabir mürəkkəb cümlədə həmişə baş cümlə öncə gəlir, yanlışdır. Zaman əlaqəli tabir mürəkkəb cümlədə ki, yəni aydınlaşdırma bağlayıcısı gəlsə belə, birinci budaq, ikinci baş gəlir. Bu fikir yanlışdır. Yanlışı soruşduğu üçün 1-5 cavab olur. E variantı. Sual 31. Verilən cümlələri müqayisə edərək doğru fikirləri müəyyən edin. Onu bura gətirsən, mən də çıxıb gedirəm. Onu bura gətirsən, mən də çıxıb gedərəm. Onu bura gətirirsən, mən də çıxıb gedirəm. Onu bura gətirirsən, mən də çıxıb gedirəm. Çıxıb gedirəm, kim, mən, gətirirsən, kimsən, onu bura gətirsən. Burada isə şərt var. Burada birinci cümlə tabiəsiz mürəkkəb cümlədir, bərabər hüquqlu cümlədir. Yəni, onu bura gətirirsən, mən də çıxıb gedirəm. Sansən şəxs sonluğudur, şərt deyil. İkinci cümlədə isə onu bura gətirsən, şərt var. Sasə şərtdir burada. Ona görə bu tabir mürəkkəb cümlədir. Birinci olur budaq, ikinci olur baş cümlə. Yəni, bu əsasda təhlil edirik. Doğrular soruşur bizdən. Birinciyə baxaq. Tərəfləri bərabər hüquqludur, bəli. Tabiəs mürəkkəb cümlədə bərabər hüquqludur, düzdür. Xəbərlərdən biri feilin şərt şəklindədir. Xeyr. Çünki dedik ki, buradakı sansen şəxs sonluğudur. Feilin şərt şəklində deyil. İkincidə də feilin şərt şəklində olmaq. 2, birinci haqqında yanlış olduğu üçün 2 sizin cavabınız ola bilməz. Daha sonra xəbərlər quruluşca sadədir. Gedərəm, gedirəm, çıxıb gedirəm, gətirərsən, gətirsən, bəli. Xəbərlər sadədir. Çünki baxmayaraq ki, çıxıb getmək mürəkkəb sözdür. Söz birləşməsi olmadığı üçün sadə xəbər sayılır. Xəbər quruluşca ya sadədir, ya mürəkkəbdir. Yəni, bunu
mürəkkəb deyə bilməzsiniz. Bu söz birləşməsi olmalı idi ki, mürəkkəb olsun. Amma sadədir. Çünki söz birləşməsi yox, mürəkkəb sözdür. 3 doğrudur. Yəni hər ikisi haqqında doğrudur. Baş cümlədə vəzir gəlib işlənibdir. Ortaq götürə bilmərik. Çünki burada biri tabeli, biri tabesizdir. Axı birinci cümlədə baş budaq yoxdur. Tərəflərdən biri digərindən asılıdır. Bəli, 5-ci yalnız ikinci cümlə haqqındadır. Tabel mürəkkəb cümlə olduğu üçün budaq cümlə ikinci işlənib, yanlışdır. Budaq cümlə birinci işlənib. 1, 3, 5 olur B bəndi. 32. Biz onlara haranı göstərsək cümləsini necə tamamlasaq, baş cümlə zərfliyin yerində işlənər. Baş cümlə. Deməli, sasə var burada, şərt var. Şərt olduğu üçün birinci budaq, ikinci baş cümlə gələcək. Bizdən də soruşur ki, nöqtələrin yerini necə tamamlasaq, baş cümlə zərfliyin yerində işlənər. Oranı da təmizləməlidir. Haranı, oranı. Burada tamamlıqdır. Ora da bizim ərazidir. Hara, ora. Bura mübtədi olacaq. Gedəcəkləri yer oradır. Haradır, oradır. Burada xəbər olacaq. Ora da suvarılmalıdır. Hara, ora. Burada mübtədi olacaq. Bizi orada aparmalıdırlar. Aparmalıdırlar. Hara, ora. Haraya, ora. Hara sualını, haraya sualını da çevirə bilirsinizsə, bu zaman zərflikdir, mübtədi deyil. Gördüyümüz kimi burada birincidə tamamlıq, ikincidə ərazidir, bizim ərazidir, hara, ora, mübtədə, üçüncüdə xəbər, dördüncüdə mübtədə, beşincidə, yəni Y variantında isə zərflikdir. Yəni, cümləni tamamlasaq, Y variantı ilə tamamlasaq, baş cümlə zərfliyin yerində işlənər. Yəni ki, bizi orada aparmalıdırlar. Baş cümlədə, yəni burada zərflik işlənmiş olacaqdır. Cavab ona görə olur Y variantı. Baş cümlədə zərflik var. Sual 33. Budaq cümlələrin birində işlənmiş sual əvəzi bağlayıcı söz deyil. Baxaq, kimdən qorxursa vaxtında da şikayət etsin. Kimdən qorxursa, burada kimdən bağlayıcı sözdür və öz sual intonasiyasını itiribdir. Sasə şərt də var burada. Sual əvəzi bağlayıcı sözdür burada. Sonra sizi hara desəz, orada apararıq. Hara burada bağlayıcı sözdür, sual intonasiyasını itiribdir. Kimdən aldığını desə, hər şeyin üstünə açılacaq. Görürsünüz, kimdən? Burada artıq sual məzmunu ifadə edir. Kimdən aldığını desə. Sual məzmunu ifadə etdiyi üçün burada bağlayıcı funksiyasında deyil. Sadəcə burada sasə şərt şəkli bağlayıcı vasitədir. Burada kimdən sual əvəzliyi, yəni sual əvəzliyi bağlayıcı söz hesab olunmur. Çünki öz funksiyasındadır. Yəni sual intonasiyasını saxlayır. Sual intonasiyasını itirsə bağlayıcı söz olardı. C variantıdır cavab. Onlar haranı görmək istəsələr gəzdirin. Burada bağlayıcı sözdür. Sual intonasiyasını itiribdir. Kim buralara abad görmək istəmir? Vətən xaindir. Kim də burada sual intonasiyasını ifadə etmir? Bağlayıcı sözdür. C variantında sual intonasiyasını itirmədiyi üçün olur bağlayıcı söz kimi işlənməyən cavab. Daha sonra növbəti suala baxaq. Sual 34. Kim dərslərini oxumaq istəmirsə, fərqli peşəyə yönəlsin. Burada kim bağlayıcı sözdür, sasə isə şərt şəklinin şəkilçisidir. Oxumaq istəmirsə, yox, şərt yox, isədir. Çünki burada zaman şəkilçisindən sonra gəlibdir. Uyğun fikirləri müəyyənləşdirək. Doğrudan doğru, yanlışdan yanlışı. Budaq cümlə xəbəri feilin şərt şəklindədir. Yanlışdır. Çünki burada budaq baş gəlsə də şərt yox, isədir. Bu yanlışdır. Baş cümlənin xəbəri feilin əmr şəklindədir. Yönəldin. Bəli, əmr şəklindədir. Bu düzdür. Baş cümləyə qarşılıq söz artırmaq mümkündür. Qarşılıq söz. Kim dərslərini oxumaq istəmirsə, onu fərqli peşəyə yönəldin. Onu da fərqli peşəyə yönəldin. Bəli, qarşılıq söz artırmaq mümkündür. Budaq cümləyə bağlayıcı vasitə işlənməyib. Budaq cümlədə niyə ki, kim var, sa var, yəni sən qısaltmışı var, bağlayıcı vasitə işlənib. Səhvdir. Səhvdən səhv 4, düzdən düz 2, 2, 4, D variantı. Sual 35. Qapını açanda gördü ki, biri su daşıyır, digəri ona kömək edir. Cümləsinin təhlilə aid olan fikri, yəni doğru fikri tapmalıyıq. Budaq cümlə baş cümlədən öncə gəlib. Əvvəlcə baş budağı tapaq. Nə etdi, gördü, nə vaxt, nə zaman qapını açanda kim gördü? Kim gördü? O. Yəni burada gördü. Nəyi gördü? Birinin su daşıdığını, digərinin ona kömək etdiyini. Tamamlıq budaq cümlədir. Gördü nəyi? Birinci baş cümlədir, ikinci budaq cümlədir. Budaq cümlə baş cümlədən öncə gəlib səhv. Budaq cümlə həmciz xəbərli sadə cümlədir. Daşıyır biri, kömək edir digəri. Xeyr. Budaq cümlə həmciz xəbərli sadə cümlə deyil, tabis mürəkkəb cümlədir. Budaq cümlə hadisələri eyni zamanda baş verən tabis mürəkkəb cümlədir. Bəli, zaman əlaqəlidir. Biri su daşıyır, digəri ona kömək edir, eyni zamandadır. Hərəsinin öz mübtəda xəbər olduğu üçün mürəkkəb cümlədir. C variantı doğrudur. Cümlədəki bütün feillər xəbər şəklindədir. Açanda xəbər şəklində deyil, feili bağlamadır.
Mübtədələrdən biri əvəzlik, digəri isimlə ifadə olunub. Biri əvəzliklə ifadə olunsa da, digəri sifətdir. Bu isim deyil. Səhv olan Y-dir. Yəni Y də səhvdir. Doğru olur C variantı. Elə ki, insanların səninlə işi bitir. Elə ki, bağlayıcı sözdür burada. Olacaqdır budaq, sonra baş. Təhlilinə aid fikri soruşur. Budaq cümlə baş cümlədən sonra gəlib, səhvdir. Cümlələr yalnız intonasiya ilə bağlanıb, səhvdir, bağlayıcı söz var burada. Elə ki, baş cümlənin xəbəri feili birləşmə ilə ifadə olunubdur. Baş cümlə. Yaddan çıxarsan, kim, sən. Yaddan çıxmaqda frazeoloji birləşmə olduğu üçün feili birləşmə ilə ifadə olunan fikir də yanlışdır. Feili birləşmə deyil. Budaq cümlədə tamamlıq işlənibdir. Budaq cümlə birincidir. Səninlə işi bitir. İnsanların işi bitir. İşi bitmək hamısı birlikdə gedir. İnsanların işi də üçüncü növdə parçalanmır. İnsanların işi bitir. Burada tamamlıq yoxdur, səhvdir. Əvəzliklər fərqli sintaktik vəzifədədir. Deməli, əvəzliklər yaddan çıxırsan, kimsən? İnsanların səninlə işi bitir. Səninlə də burada tərkibin içinə daxil olub, müstəqil cümlə üzvü deyil. Bəli, müxtəlif fərqli sintaktik vəzifələrdədir. Ona görə 36-da doğru cavab olur E. 37. Bizi bura gətirməsə, başqa yerə göndərək cümləsinin təhlilinə aid olan fikirdir. Bizi bura gətirməsə, sasə var. Birinci budaq, ikinci baş cümlədir. Baş cümlənin xəbəri şərt şəklindədir. Baş cümlənin xəbəri yox, budaq cümlənin xəbəri şərtdədir. Gətirməsə, tünd qara rəngli söz fərqli qrammatik mənalarda düşünülə bilər. Bizi bura gətirməsə, biz həm isim kimi düşünülə bilər, alət, əşya, biz. Həm də biz şəxs əvəzliyi kimi, həm isim, həm əvəzlik. Ona görə də fərqli qrammatik mənada düşünülə bilər. Bu fikir doğrudur. Cavab olur B. Baş cümlə budaq cümlənin məzmununa aiddir, səhvdir. Budaq cümlə baş cümlənin məzmununa aid ola bilər. Baş cümlə budağın yox, tərsinə yazılıb, səhvdir. Budaq cümlənin xəbəri indiki zamanda inkardadır. Budaq cümlənin xəbəri indiki zamandadır. Yox, gətir sözün köküdür. Gət deyil sözün kökü, indiki zamanda deyil. İnkardadır, amma zamanı yoxdur. Baş cümlənin xəbəri qeyri-qəti gələcək zamandadır. Başqa yerə göndərək. Qeyri-qəti yox, qəti gələcək zamandadır. Bu da səhvdir. Cavab olur B. Gəldim ki, səni hürriyyətə dəvət edim. Ki var, baş budaqdır. Zaman əlaqəli olmadığı üçün, yəni budaq baş deyil. Nəyi soruşur? Doğrunu. İblisin, daha doğrusu Hüseyn Cavidin İblis əsərindən, İblisin dilindən də Arifə deyir ki, gəldim ki, səni edəm hürriyyətə dəvət. Baxaq, həm baş, həm budaq cümlənin xəbəri feilin xəbər şəklindədir. Gəldim xəbər şəklindədir. Dəvət edimsə im, şəxs sonluğu var orada. Əmr şəklindədir. Düzü soruşduğu üçün bir yanlışdır. 2-yə baxaq. Budaq cümlədə sözün quruca bütün növlərinə aid nümunə var. Budaq cümlə ikinci idi. Dəvət edim. Nəyə? Hürriyyətə kimi səni. Sən sadə. Hürriyyət düzəltmə, dəvət etmə mürəkkəb. Bu düz. Sadələşən zaman məstər tərkibi ilə sadələşir. Sadələşdirəndə budaqdan sadələşdiririk. Səni hürriyyətə dəvət etmək üçün gəldim. Bəli, məstər tərkibi ilə sadələşir. Düzdür. Cümlənin xəbərləri yeni şəxs aid olduğundan qurucu sadə cümlədir. Xeyr, sadə cümlə deyil, tabir mürəkkəb cümlədir. Bu da səhvdir. 2-3 oldu harda deyildi. Növbəti sual 39. Bizə yenicə məlum oldu ki, onun gəldiyini kimsə bilmir. Cümlənin təhlilinə aid olan fikirdir. Yəni doğru fikri tapmalıyıq. Deməli, burada əvvəlcə baş budağın yerini tapaq. Məlum oldu. Kimə? Bizə. Vaxt nə zaman məlum oldu? Yenicə. Məlum oldu. Nə? Onun gəldiyini kimsənin bilmədiyi. Məlum oldu nə? Burada sual birinci cümlədən çıxdığı üçün yenicə olmasına baxmayaraq ki var və baş budaq cümlə olur. Nə olsun yenicə var, amma burada sual birincidən çıxır. Ona görə budaq baş deyil. Çaşmayın burada. Birinci baş, sonra budaqdır. Budaq cümlədə, yəni ikinci cümlədə qeyri-müəyyən və şəxs əvəzliyi, qeyri-müəyyən və şəxs əvəzliyi, baş cümlədə isə yalnız şəxs əvəzliyi işlənibdir. Baxsaq görərik ki, budaq cümlədə onun, kimsə, bəli, qeyri-müəyyən və şəxs var. Baş cümlədə də biz şəxs var. Bu doğru fikirdir. Biri birdir. Düzü soruşurdu. Budaq cümlə öncə yanlışdır. Budaq cümlə birinci gəlməyibdir, ikinci gəlib. Cümlənin zərfliyi şəxs əvəzliyi ilə ifadə olunubdur. Cümlənin zərfliyi. Deməli, bizə yenicə məlum oldu. Məlum oldu kimə? Bizə. Zərflik şəxs əvəzliyi ilə ifadə olunub fikri yanlışdır. Çünki yenicə məlum oldu. Nə vaxt, nə zaman yenicə. Zərflik şəxs əvəzliyi deyil. Elə yenicə. Nə vaxt, nə zaman. Zərfliklə, elə zərflə ifadə olunubdur. Bu fikir səhvdir. Yəni bizə orada yer zərfliyi deyil.
Baş cümlənin xəbəri mürəkkəb fe'lə ifadə olunubdur. Məlum oldu, bəli, mürəkkəb fe'lə ifadə olunubdur. Budaq cümlənin tamamlığı isim birləşməli ifadə olunubdur. Bilmir kimsə nəyi, onun gəldiyini. Onun gəldiyi isim birləşmə yox, fe'li birləşmədir. Çünki tık plus mənsubiyyət fe'l sifət inşa edicisidir. Orada müstəqil mənsubiyyət olmadığı üçün isim birləşmə yox, fe'li birləşmə götürülür. Bu səhvdir. Baş cümlənin zərfliyinin tərkibində köməkçi diksiyası işlənibdir. Yenicədəki cacə, bəli, oradakı cacə ədatdır. Bu da doğru fikirdir. 1, 4, 6. Hardadır? B-də. Sual 40. O bir yer tapmaq istəyirdi ki, nümunəsində hansı budaq cümlələrlə davam etdirmək olar? Bayaqki tip sualdır. Yəni, bura baş, bura budaqdır. Elə bir cümlə tapmalıyıq ki, zaman əlaqəli tabir mürəkkəb cümlə olmasın ki, budaq baş olmasın, baş budaq olsun. O bir yer tapmaq istəyirdi ki, rahatca istirahət edə bilsin. Bəli, bu zaman əlaqəli olmadığı üçün baş budaq olacaq. Yəni, ikinci budaq, bu cümlə budaq cümlə olacaq. Gələnlər onu sual-cavab atəşinə tutdu. O bir yer tapmaq istəyirdi ki, gələnlər onu sual-cavab atəşinə tutdu. Elə bir yer tapmaq istəyirdi, yenicə bir yer tapmaq istəyirdi, təzəcə bir yer tapmaq istəyirdi ki, gələnlər onu sual-cavab atəşinə tutdu deyə bilirik. Zaman əlaqəli olduğu üçün budaq baş olacaqdır ki, yəni bu cümlə baş cümlə kimi tamamlanmış olur. Ətrafında mənzərəli yerlər olsun. O bir yer tapmaq istəyirdi ki, ətrafında mənzərəli yerlər olsun. Bəli, burada baş budaq olduğu üçün bu budaq cümləyə düşəcək, zaman əlaqəli deyil. O bir yer tapmaq istəyirdi ki, telefonuna gələn zəng fikrini yayındırdı. Təzəcə bir yer tapmaq istəyirdi ki, telefonuna gələn zəng fikrini yayındırdı. Burada da budaq baş olacaq ki, bu baş kimi olacaqdır. O bir yer tapmaq istəyirdi ki, dərsdən sonra ora gedələr. Bəli, burada zaman əlaqəli olmadığı üçün baş budaq olur ki, bu da budaq olur. Bizdən ikincini budaq istəyirdi. Budaq axtarırdıq. Budaq olanlar 1, 3, bir də 5-də olur G variantı. Baş sorursaydı 2, 4 olardı. 41. Hansı tabir mürəkkəb cümləyə çevrilə bilməz? Əvvəlcə izah edim ki, tabir mürəkkəb cümlə sadələşən zaman məsdər, fe'l sifət və fe'li bağlama və ya məsdər, fe'l sifət, fe'li bağlama tərkibi şəklində sadələşir. Sadələşən zaman mütləq ki, məsdər, fe'l sifət, fe'li bağlama olmalıdır orada. Ya tərkibi ya da özü. Bizdən isə deyir tabir mürəkkəb cümləyə çevrilə bilməz deyir. A-da oxumaq üçün var, yəni məsdər var. C-də hamının hörmət etdiyi fe'l sifət var. Evə gedəndə fe'li bağlama var. İnsanlara kömək etmək məsdər var, amma onun istəklərini gözləyirik, istəklərini. Burada nə fe'l sifət, nə fe'li bağlama, nə də məsdər yox. Deməli, bu tabir mürəkkəb cümləyə çevrilə bilməz. Cavab olur B. 42. Hər kimin ki, mənliyi, şərəfi yoxdur, o insana edilən hər şey boşdur. Hər kimin ki, bağlayıcı sözdür. Birinci budaq cümlə, ikinci isə baş cümlə gəlmiş olur. Təhlilinə aid olan fikirləri, yəni doğru fikirləri soruşur bizdən. Budaq cümlənin xəbəri olan söz, budaq cümlənin xəbəri birinci, yəni yoxdur. Hər kimin ki, mənliyi, şərəfi yoxdur. Budaq cümlənin xəbəri olan söz heç bir halda həmcinslik yarada bilməz, yanlışdır. Yoxdur, həmcinslik yarada bilər. Yoxdur, deyildi, demişdik ki, orada ikinci cümlənin inkarında işlədə biliriksə, burada həmcinslik yarada bilir. Məsələn, məsələn, mənim qardaşım, bir dəqiqə, başqa bir nümunə deyim. Bir nümunə deyə bilərik ki, bu mənim qardaşım üçün yox, atam üçün alınıbdır. Yox, onda sadə cümlə olur. Bizə nə deyirdi? Nümunədəki bir dəqiqə, budaq cümlənin hansını oxuyurdum? Bir dəqiqə. Elə birincini oxuduq ki, budaq cümlənin xəbəri olan söz heç bir halda həmcinslik yarada bilməz. Belə bir cümlə deyə bilərik ki, bu mənim atam üçün yox, qardaşım üçün alınıbdır. Bu mənim atam üçün alınmayıb. Orada yoxu, ikinci cümlənin, yəni ikinci tərəfin daha doğrusu, xəbərinin təsdiqində, inkarında işlədə biliriksə, orada həmcinslik yaradır. Deyildi, yoxdur. Onlar ikinci tərəfdə olanın inkarında işlədə bilirdiksə, orada həmcinslik yaradırdı. Bu mənim atam üçün yox, qardaşım üçün alınıb. Bu mənim atam üçün alınmayıb, qardaşım üçün alınıb şəklində deyə bilirik və həmcinslik yaradır. Yəni, bu fikir, həmcinslik yarada bilməz fikri yanlış fikirdir. Yanlışı götürmürük, bizdən düzləri istəyirdi. Nümunədə ki, şəxs əvəzliyi var. Hər kim ki, mənliyi, şərəfi yoxdur, o insana edilən hər şey boşdur. Burada o şari əvəzliyidir, çünki özündən sonra vergül gəlməyibdir. Mənlik də isimdir. Hər kimin şərəfi yoxdur. Ümumiyyətlə, şəxs əvəzliyi yoxdur bu cümlədə, bu yanlışdır. Sinonim sözlərindən biri qurulucu düzəltmədir. Mənlik, şərəf sinonimdir, mənlik də düzəltmədir, bu düzdür. Baş cümlənin xəbəri sifətlə ifadə olunubdur. Yoxdur, yox, bu budaq cümlədir. Baş cümlə boşdur, necədir boşdur? Sifətlə ifadə olunub, düzdür. Cavab olur 3, 4. 5-ə baxaq. Baş cümlədə təyin əvəzlik işlənibdir.
Baş cümlədə təyin əvəzlik. Baş cümlə ikinci cümlə idi. Təyin əvəzlik hər şey birlikdə qeyri-müəyyən əvəzlik edir. Orada təyin əvəzlik yoxdur. Bu da yanlışdır. Cavab 3-4 oldu. D variantı. Sual 43. Eyler-Venn diaqramına əsasən doğru fikirləri müəyyən edin. Oğlan o zaman evlərinə çatdı ki, cəmaət onlara axışırdı. Digərində isə Valeh o zaman sarı köynəyi görmüşdü. Onun qəlbində bir dəyişiklik olmuşdu. Deməli, əvvəlcə biz baş budağı tapaq. Oğlan o zaman evlərinə çatdı ki, çatdı. Nə vaxt, nə zaman, o zaman, kim oğlan. Burada sual birinci cümlədən çıxır. Birinci cümlə baş, ikinci cümlə isə budaqdır. Valih o zaman ki sarı köynəyi görmüşdü, onun qəlbində bir dəyişiklik oldu. Onun qəlbində bir dəyişiklik olmuş. Nə vaxt, nə zaman? Valih sarı köynəyi görəndə. Bu da zaman əlaqəlidir. O zaman ki var burada eyni zamanda. Bağlayıcı söz var. Birinci budaq, ikinci baş cümlədir. Bunun əsasında doğru fikirləri tapaq. Baş cümlə budaq cümlədən sonra gəlibdir. Bu yanlışdır. Birincidə budaq baş yox, baş budaq var. Bir səhvdir. Bir bizim cavab deyil. Bir olan cavablarınızı variantdan silirik. Budaq cümlənin xəbəri indiki zamandadır. Budaq cümlə ikincidir. Axışırdı. Ax, axış, axışır. Ir orada indiki zamandadır. Düzdür. İkinci cümlədə baxaq. Budaq cümlənin xəbəri miş keçmiş zamandadır. Deməli, yalnız 2 birinci haqqında düzdür. Cavabın 1-2-dir. Budaq cümlədə zərflik işlənibdir. Zərflik, budaq cümlə. Cəmaət onlara axışırdı. Haraya onlara. Burada onlara zərflikdir. Valih o zamanki sarı köynəyi görmüşdü. Nə vaxt, nə zaman, o zaman. Burada da zərflik var. Hər ikisi haqqında ortaqdır. 3-ü doğru götürürük. 2-də 3-dür. Sonra 4-də budaq cümlədə leksik mənası olmayan söz işlənibdir. Budaq cümlə birincidə, ikincidə cəmaət onlara axışırdı. Orada leksik mənası olmayan, yəni köməkçi nitq səsi yoxdur. Ortaq götürə bilmərik. Budaq cümlə baş cümlədən öncə işlənibdir. Birincidə budaq başdan öncə gəldiyi üçün, daha doğrusu ikincidə, ikinci haqqında düzdür. Budaq cümlədə isim birləşmə işlənibdir. Görmüşdü kimi sarı köynəyi, kim Valih, nə vaxt, nə zaman, o zaman. Yox, budaq cümlədə isim birləşmə yoxdur. Baş cümlədə var onun qəlbində. Budaqda yoxdur. Bu səhvdir. 2-3-dür. 2-3-5. Yəni olur A variantı. Davam edək. Sual 44. Başa salın ki, bu işin qansız qurtarmağına çalışırıq. Onu da hiss etdi ki, möhkəm şəkildə Kazımın qanı qaralıb. Əvvəlcə baş budaq, budaq baş, yəni tapaq. Görək hansındadır. Başa salın ki, ki var burada. Zaman əlaqəli deyil, deməli baş budaqdır. Onu da hiss etdi. Hiss etdi. Nəyi onu? Burada da yenə baş budaqdır. Səhv tapmalıyıq. Birincidə baş cümlə budaq cümlədən öncə gəlibdir. Bu hər ikisi haqqında ortada yazılmalıdır. Yalnız birinci haqqında doğru yox. Hər ikisi haqqında doğru olduğu üçün ortada yazılmalıdır. Yanlış yerdə yazılıb. Səhvin biri 1-dir. Budaq cümlə buraxılmış üzvün yerində işlənibdir. Başa salın. Nəyi? Bu işin qansız qurtarılmağına çalışdığımızı. Bəli, budaq cümlə baş cümlədə buraxılan üzvün yerində işlənibdir. Onu da hiss etdi. Hiss etdi. Nəyi? Onu. Burada isə buraxılmış üzvün yox. Sadəcə budaq cümlə baş cümlədə belə deyim, onu da hiss etdi. Nəyi? Onu. Onunu açır, izah edir. Onu nəyi? Möhkəm şəkildə Kazımın qanı qaraldığını. Yəni burada onu buraxılmayıb. Buraxılsa deyərdik ki, hər ikisi haqqında ortaqdır. Amma birinci cümlədə başa salın. Nəyi? Budaq cümlədə, baş cümlədə həmin o budaq cümlə, yəni çıxartdığımız sual buraxılıb. Həmin cümlə üzvü yoxdur baş cümlədə. Tamamlıq yoxdur. Belə ki, budaq cümlə buraxılmış üzvün yerində işlənib fikri yalnız birinci haqqında doğrudur, ortaq deyil. Doğru olduğu üçün 2-ni götürmürük. Bizə yanlışlar lazım idi. Budaq cümlə müəyyən şəxslidir, ortaqda yazılıbdır. Budaq cümlə. Bu işin qansız qurtarmağına çalışırıq. Bu müəyyən şəxsidir. Möhkəm şəkildə Kazımın qanı qaralıb. Kazımın qanı qaralıb. Frazoloji birləşmədir. Qanı qaralmaq. Kazımın qanında hamısı birlikdə gedir. Necə cümlə tərzində möhkəm şəkildə. Bu da şəxsiz cümlədir. Ortaq ola bilməz ki, hər ikisi müəyyən şəxsi cümlədir. Səhvdir. 3. Budaq cümlə ikinci işlənibdir. Bu hər ikisi haqqında düzdür. Budaq cümlə əvəzi qəlbin məzmununu açır. Deməli, onu da hiss etdi. Nəyi? Onu. Möhkəm şəkildə Kazımın qanı qaralıb. Bəli, onu. Nəyi? Burada onunu açıbdır budaq cümlə. Bu doğru fikirdir. Doğru olduğu üçün götürmürük. Baş cümlənin xəbəri mürəkkəbdir.
Kazımın qanı, baş cümlə. Birinciyə baxırıq. Hiss etdi. Nə etdi? Hiss etdi. Hiss etmək mürəkkəb sözdür, amma mürəkkəb cümlə üzvü deyil. Bu fikir də yanlışdır. Yanlış 1-3-6 olur A variantı. Sual 45. Həyətin içi o qədər qaranlıq idi ki, evlər çətin seçilirdi. Uyğunsuzluğu müəyyən edin. Yəni yanlışdan düzü, düzdən də yanlışı. Birinci baxaq. Birinci baş cümlə, ikinci budaq cümlə gəlib. 2 var burada. Baş cümlə hərəkətin kəmiyyətini bildirir. Baş cümlə yox, budaq cümlə hərəkətin səbəbini, məzmununu, məqsədini, kəmiyyətini bildirə bilər. Baş cümlə yox, budaq cümlə baş cümlənin hərəkətini bildirə bilər. Burada tərsinə yazılıbdır. Ona görə bu fikir yanlışdır. Budaq cümlənin xəbəri düzəltmə feili ifadə olunubdur. Seçilirdi. Bəli, seçilirdi düzəltmə feildir və xəbər düzəltmə feili ifadə olunub. Bu düzdür. Daha sonra yanlışdan 3-ə baxaq. Baş cümlə hərəkətin səbəbini bildirir. Bayaq dedik ki, baş cümlə yox, budaq cümlə hərəkətin səbəbini, məqsədini və yaxud da kəmiyyətini bildirə bilər. Bu fikir səhv fikirdir. Budaq cümlə baş cümlədəki əvəzli qəlbi izah edib aydınlaşdırır. Həyətin içi o qədər, deməli, həyətin içi o qədər qaranlıq idi ki, evlər çətin seçilirdi. Həyətin içi o qədər qaranlıq idi ki, evlər çətin seçilir cümləsində budaq cümlə, yəni ikinci cümlə evlər çətin seçilirdi. Əvəzli qəlbi izah edib aydınlaşdırır. Bəli, o qədər. Yəni evlər çətin seçilirdi. Düzdür. Bu doğru fikirdir. Deməli, səhvdən düzü, düzdən də səhvi götürməliyik. 1-4 olur C variantı. Sual 46. O yerdə ki, burada o yerdə ki var, bağlayıcı sözdür. Deməli, birinci budaq, ikinci baş cümlə gələcək. Təlinə aid olan, yəni doğru fikirləri tapmalıyıq. Baş cümlə budaq cümlədən sonra işlənibdir. Düzdür. Baş cümlədəki cümlə üzvləri mürəkkəbdir. Baş cümlədəki cümlə üzvləri. İnsanoğlu dərd çəkmir, qucağında səadətin. İnsanoğlu səadətin qucağında dərd çəkmir. Dərd çəkmir. Kim insanoğlu? Nədə? Səadətin qucağında. Cümlə üzvləri mürəkkəbdir deyir. Dərd çəkmək frazoloji birləşmədi. Ona görə sadə cümlə üzvüdür. Xəbər sadədir, mürəkkəb deyil. Bu fikir yanlış fikirdir. Mübtədələr isim birləşməli ifadə olunubdur. İnsanoğlu. O yerdə ki, ətir saçır. Ətir saçır. Nə? Məhəbbətin çiçəkləri. Mübtədələr isim birləşməli. Bu düzdür. Budaq cümlə buraxılmış üzvün yerində işlənibdir. İnsanoğlu dərd çəkmir. Qucağında saadətin. Dərd çəkmir. Kim insanoğlu? O yerdə ki, ətir saçır. Dəqiqə, ətir saçır. Çiçəklərin məhəbbəti ətir saçır. Harada? Çiçəklərin ətir saçır. Bir dəqiqə cümləni sadələşdirək. Çiçəkləri, məhəbbətin çiçəkləri, o yerdəki məhəbbətin çiçəkləri ətir saçır. Harada? Məhəbbətin çiçəkləri ətir saçan yerdə. Bəli, budaq cümlə buraxılmış üzvün yerində işlənibdir. Bu fikir doğru fikirdir. Əvəzli gəlib işləndiyindən baş cümlə birinci işlənib. Xeyr, baş cümlə birinci işlənməyib. Orada əvəzli gəlib yox. Bağlayıcı söz var. 5 səhvdir. Doğrunu istədiyi üçün 1-3-4. Yəni olur D variantı. 47. Hansı sadə cümləni tabir mürəkkəb cümləyə çevirmək olar? Onun kitabları hələ bizə lazım deyil. Burada məsəl, feil, sifət, feil bağlama yoxdur. Şəhərdən gedənlər geri dönürdülər. Burada tabir mürəkkəb cümləyə çevirmək olarmı? Bəli, çevirmək olar. Çünki sadə cümlədə eyni zamanda anın, feil, sifət var. Cavab B-dir. C-də isə qapıdan çıxanda gördüm, məni tanımadı. Tanımadı. O tanımadı, gördüm mən. Bu sadə cümlə deyil. Bizə deyirdi ki, sadə cümlədir. Bunları aparanlar gəlsin, gedək. Bunları aparanlar gəlsin ki, gedək. Bu da sadə cümlə deyil. Dostunun son sözlərini daim xatırlayırdı. Burada da feil, sifət, feil bağlama və məstər yoxdur. 48. Bizim qoşun qalib ola, qanad açıb uçaram. Bizim qoşun qalib olsa, sazəni özümüzdən bərpa edə bilirik. Və burada birinci budaq, ikinci baş cümlə gələcək. Budaq cümlənin xəbəri şərt şəklindədir. Xeyr, ola, arzu şəklindədir. A-ədir, yanlışdır. Baş cümlə şəxsi cümlədir. Qanad açıb uçaram. Mən qanad açıb uçaram. Müəyyən şəxsi cümlədir. Bərpa edə bilərik. Baş cümlədə zərflik və xəbər işlənibdir. Qanad açıb uçaram. Sadəcə xəbərdən ibarətdir. Frazoloji birləşmədir. Budaq cümlə təyin. Qalib ola. Qoşun. Hansı qoşun? Bizim. Təyin mübtədə xəbər işlənib düzdür. Baş cümlənin xəbər üçün şəxsin təkindədir. Birin təkindədir. Mən uçaram. Bu da yanlışdır. Cavab olur D variantı. Daha sonra sual 49-a baxaq. Eyler-Win diaqramına əsasən müqayisə edərək doğru fikirləri müəyyən edin. Yəni doğruları tapmalıyıq.
Akif bunu da bilirdi. Nəyi bunu? Hələ də gec olmadığını. Tamamlıqdıq cümlədir. Bilirdi kim Akif nəyi bunu. Burada birinci ki var. Baş gələcək, ikinci budaq gələcək. Məktəbə yaxınlaşırdım ki, zəngin səsi gəldi. Təzəcə məktəbə yaxınlaşırdım ki. Burada ki olmasına baxmayaraq zaman əlaqəli olduğu üçün budaq başdır. Baxaq birinciyə. Budaq cümlə baş cümlədə buraxılan üzvü izah edir. Budaq cümlə. Nə idi? Baş cümlədə buraxılan üzvü izah edir. Bilirdi nəyi bunu. Hələ də gec olmadığını. Digərində məktəbə yaxınlaşırdım, zəngin səsi gəldi. Gəldi nə zəngin səsi, nə vaxt, nə zaman? Məktəbə yaxınlaşanda. Birincidə əvəzlik qəlibi açır, izah edir. Yəni, budaq cümlə, baş cümlədə buraxılan üzvü izah etmir. Bunu əvəzlik gəlib vuruldu, onu izah edir. Bu fikir səhvdir. Baş cümlə birinci, budaq cümlə ikinci işlənib. Düzdür, yalnız birinci haqqında düzdür. Budaq cümlə ismi xəbərlidir. Ortaq soruşur. Gec deyil, ismi xəbərlidir. Amma yaxınlaşırdım, bu isə feili xəbərlidir, ortaq deyil. Budaq cümlə baş cümlədəki əvəzlik gəlib izah edir. Deməli, budaq cümlə birinci haqqında düzdür, amma ikinci haqqında düz deyil. Çünki birinci cümlədə əvəzlik gəlib izah edir, ikincidə yox. Ortaq deyil. Budaq cümlə birinci, baş cümlə ikinci gəlib. Bəli, ikinci haqqında düzdür. Budaq cümlədə idi hissəci var. Yaxınlaşır idim. Dı orada idi hissəci idi. Gec deyil desəydi hissəci yoxdur. Yalnız onun haqqında düzdür. 2, 4, 6, yox 2, 5, 6 daha doğrusu olur. B variantı. Sual 50. Kim ki bunları aparmaq istəyir cümləsində cümləsinə əsasən cədvəldən uyğun fikirləri müəyyənləşdirək. Doğrudan doğru, yanlışdan yanlış. Kim ki var burada? Bağlayıcı sözü, deməli budaq baş var burada. Qarşılıq sözü müxtəlif hallarda işlətmək olar. Kim ki bunları aparmaq istəyir, onu bura çağırın. Kim ki bunları aparmaq istəyir, ona bunu söyləyin. Bəli, burada qarşılıq sözü müxtəlif hallarda işlətmək olar. Bu düzdür. Sonra ikincidə nöqtələrin yerinə yazıla biləcək budaq cümlə mövcudu xeyr. İkinci baş cümlədir. Budaq cümlə birinci idi. İki budaq cümlə olmaz ki burada. Bu yanlışdır. İstənilən halda birinci tərəf budaq cümlə kimi işlənir. Bəli, düzdür. Qarşılıq sözü müstəqil yerlik halda işlətmək olmaz. Kim ki bunları aparmaq istəyir, deməli, belə yaza bilər. Kim ki bunları aparmaq istəyir, bunlar da onundur. Burada onundur. Yerlik halda olacaq qarşılıq söz, xəbər olacaq. Mən müstəqil cümlə üzvü kimi işlətmək olar. Bu biraz tam doğruluğu əks etdirmir. Qarşılıq sözü müstəqil yerlik halda işlətmək olmaz. Yəni, ya müəyyən yerlik hal olmalıydı bu. Müəyyən yerlik halda işlətmək olmaz fikri səhvdir. Çünki müəyyən yerlik halda işlətmək olar. Ya da ki, qarşılıq sözü müstəqil olaraq, cümlə üzvü olaraq müəyyən yerlik halda işlətmək olmaz yaza bilərdi ki, müstəqil cümlə üzvü kimi də işlətmək olurdu. Yaxud da ki, müəyyən yerlik halda da işlətmək olmaz fikri səhvdir də. Yəni, müəyyən yerlik halda da işlədərik. Müstəqil olaraq cümlə üzvü kimi də işlədə bilərik. Sadəcə burada müstəqil yerlik halda işlətmək fikri doğru fikir deyil. Burada müəyyən yazılmalıydı. Ya da ki, yazılmalıdır ki, qarşılıq söz müstəqil yerlik halda olan, yəni qarşılıq söz müstəqil cümlə üzvü ola bilməz. Bu şəkildə yaza bilərdik. Belə müstəqil yerlik halda işlətmək olmaz fikri tam doğru fikir deyil. Belə ki, fikir yanlışdır. Bizdən doğrudan doğru, yanlışdan yanlışı soruşurdu. Doğrudan doğru 1, yanlışdan yanlış 4-dür. Cavab olur D variantı. Belə əziz müəllimlər və müdavimlər, əziz izləyicilər, 50 sualı artıq izah etdim. Birdən 50-yə kimi olan sualları. Bundan sonraki növbəti videoda isə 50-dən 80 daxil olmaqla digər sualları izah edəcəm. Sualları sadəcə biraz vaxt aparıcı olduğu üçün videonu 2 hissəli edəcəm ki, sizdə yəni uzun zaman olmasın ki, videoda yorulmayasınız. İnşallah ki, hər biriniz üçün faydalı bir video izah oldu. Əgər yenə də sizlər üçün nəsə qaranlıq bir məqam olsa, sualınız olsa şərh bölməsində qeyd edə bilərsiniz. Eyni zamanda, əziz izləyicilər, əgər videonu bəyəndinizsə və bu tip videoların gəlməsini istəyirsinizsə, zəhmət olmasa kanala abunə olub, kanalı paylaşıb, eyni zamanda videonu bəyənərsiniz. Hələlik müəllimlər.